Bir daha herkese selamlar, saygılar. Geçen hafta da böyle oldu. Bizim danışıklarımız kəsildi. Ancaq geçen hafta onları yığa bilməmişdik, save eləməmişdik. Bu hafta o cür eləyəcək, yəni birinci, ikinci, üçüncü bölüm. Ona görə siz hər halda bağışlarsınız. Bu bizdən asılı bir şey değil. Biz danışırkən illa da ki bu Sayın Səfəri bəy gəlsin, mən sözümə davam edeyim. Səfəri bəy sizi şahid. Bir daha xoş gördük sizi. Sağ Mən olun, deyirəm, teşekkür bir ederim. iş görək, sizlə biz bir qərar var. Əlbəttə, bu bölümü mən save elədim bu dəfə. Eləyə bilərik birinci bölüm, ikinci bölüm. Mən deyirəm, mən danışmayayım, biz danışmayaq, siz danışın ki, proqramınız bəlkə siz danışanda kəsmədilər. Yo, ona rəbti yoxdur. Mən bir də baxırdım Yox, sahata. mənə görə rəbti var. Bir də İran baxır- ixtilatının. Bir də baxırdım sahata. Ha, buyurun. Bəlkə saat hesabı, yəni 1 saatda kəsildi nəzərə gələn. Yox, o öyle değil. Bizim akantımız çok güçlüdür ve bilirsiniz ki 3 saatte danışmışıq. Ancaq o İran Səfəvi və Qacar düşüncəsi ilə idarə olunur. Anti-Sünni, anti-dinsiz, anti-Bahai, anti-Xristiyan, anti-Yahudi və anti hər nə, sonunda da anti-özləri. O bir dənə karikatur çəkmişdilər Fransada. Bir dənə müsəlman bir ayağının barmaqları ilə bir dənə qılış tutmuşdu. Bir əli ilə də qılış tutmuşdu. Özü ilə o əli öz ayağı ilə savaşırdı belə qılıncını. Yazmışdı ki, dünyada ən son qalmış müsəlman belədir. Çünki yaşam düşüncəsi deyil, bu ölüm düşüncəsi üzərinə qurulubdur. Yəni mərcibər kültürü içində Cumhur İslamda var 45 ildir. İkinci nəslə keçibdir. Bunun üzərinədir. Buna ölüm, ona ölüm. Buna fətva, ona fətva. Ayətullah Xümeyni təşrif gətirəndən həmən kitab yazarına hökmü qətl sadır edir. Ondan sonra 4-5 min nəfərə bir gündə və neçə gün içində qətl sadır, onları öldürürlər. Həmən bu Aypizişkiyan zamanı ki, o zaman bu 20 neçə yaşındaydı və o qətllərdə hələ burayacan bir bəyaniyyə də verməyibdi. Mən sözümü bitireyim. Siz geçərsiniz. O ərəblərə güneydə baskı sisteminin adı Səfəvidir. Niyə? Çünki o sistemin adı odur. Bəluçlar milli kimliyini modern zamanı, bunun şeyi budur. Mən bunu araşdırmışam, Bəluç kültürünü, Bəluç tarixini. Bəluçlar milli kültürünü modern zamanı əldə edəndə Qacarlar onlara hükümət edər. Onlara Qacar hükümət edər. Onlara İran dövləti Qacar. Hələ də beyinlərində İran yəni Qacar və Qacar derlər. Və o cür, o baskı şey deyil, ancaq hər halı Qacar imperatorluğunda Baluçlar çox yaxşı yaşadılar, yəni çox əzilmədilər, ərəblər kimin və ya Kürdlər kimin və ya deyişi hətta Türkmən sünniləri kimin. Ancaq bu sünnini rahatca öldürmək, bu dehumanization, yəni insansızlaşdırmaq var İran sistemində və Bəluçu öldürmək. Sizin bilirsiniz. İran dövlətində deyirlər, İsrail əskəri silahla girir belə, məsələn, birini öldürür, məsələn. Aynı şeyi ki, İran dövləti İsraildən göstərir, onu Bəluçistanda eləyir. Onu Kürdistanda eləyibdir. Onu indi Əlahvazda eləyib. Onu Azərbaycanda eləyibdir. Ən böyüyünü Azərbaycanda eləyibdir. Ən böyüyünü. Adamların yaşlıların səqqələri yandırıblar, bıraxıblar. Adamları damlardan atıblar. Uşaqları qətlam. Yəni eyni şahidlər, şahidan eyni yazırlar ki, küçələrdə yerimək olmurdu. Gərək ölülərin üstündən basıb keçəydi. Bu Məhməd Şahın oldu. Oğuz bəy, bilirsiniz, tarixə çox da getməyə ihtiyacı yoxdur. Yəni İranda var və bunların şeydə. Siz buyurun. Ərz edirəm ki, tarixə getməyə çox da məsələn insanların zehni deyələr ki, indi məsələn biz təbliğat edirik, yalan deyirik. Ora getməyə heç ehtiyacı yoxdur. Bunlar o Tehranda danışqahda etiraz oldu, Təbrizdə danışqahda etiraz oldu, bu xanımların cəryanında etiraz oldu. Bunları görüblər ki, öldürürlər. Görüblər ki, hakimiyyət
Hətta bəzən ordudan istifadə eləmir. Latlara pul verir, zindandan çıxardır latları. Ya elə şeydə dəstur verir ki, gəlin məsələn qəməni götürün, düşün, adamları öldürün. Yəni diqqət buyurun, dünənləri İsrağa gün Təbrizdə şəxsiyə gedir. Və bir neçə nəfər qəməni götürürlər. Düşürlər şəxsiyə gedənlərin və xanımları ki, baxırlar onların canına. Bunlardan ikisini öldürürlər qəmiylə. 38-39 nəfəri yaralırlar. Və bunları ölümcül halda yaralıdırlar. Yəni, mümkündür bunların içində bir 10-15 nəfər diri qalmıyor. Və bunu bir də cavan xanım, qız, jurnalist bunun xəbərin yaydı. Yəni, bunun xəbərini biz o xanımdan aldıq. İndi o xanımı, diqqət buyurun, görün ki, siz buyuran şeyi istəyirəm köməklik edəyəm o düşüncəyə. Görün ki, o xanımı tutublar. O xanımı çağırıblar məhkəməyə, mühakimə eləyirlər. Sizin haqqınız yoxdur. Bunu yayasınız. Bunu siz niye yaymısınız? Mühakimə olacaqsınız. O adamları mühakim tutublar, tutmayıblar, bəlli deyil. Polis deyib ki, biz axtarırıq, tutaq. Diqqət buyurursunuz. Çünki onlara azadlıq verir hakimiyyət. Hakimiyyət bunların ya məsələn görürük ki, biri də işlər Pezeşkan çıxandan bu üzə Pezeşkanın o nədir təbliğatında çalışan insanları, sitatlarının bəzi şəhərlərdə onları tuturlar. Jurnalistlər ki, Pezeşkana işləyiblər, ondan tərəfdar onları tuturlar. Calibdir. Mən farsların şeyinə baxırdım, yazmışdı ki, bundan bu yüzden biz gərək türkləri daha çox eləyək, pisləyək, daha çox həmlə eləyək, bunları daha çox tutturaq. Yəni, mərkəz və mərkəzin müxalifləri, opozisyon, hakimiyyət ya dövlət, İranda dövlət deyirlər və eşikdəki opozisyon əl-ələ verirlər türkləri, ya ərəbləri, ya bəlusları, ya türkmenləri, ya kürtləri əzəlir. Farsları deyirik də biz onlara. Fars olmayan insanları ya farslığın xidmətində olmayan insanları əzələr. Burada şey gedir, Oğuz bəy, burada bir məsələ gedir. Mən burada belə düşünürəm ki, bu kölgədə olan dövlət ki, Səyid indi feylə Cəlili adına Pezeşkandan ad çəkdi, o münazirələrdə dedi ki, sən sayədəki, kölgədəki dövlətsən, arxadakı, gizli dövlətsən, dedi. Gizli dövlət nədir, bax, bu da çıxdı, elə ki, rəy gətirmədi, dedi ki, Pezeşkana biz tərihlərimizi verəcəyik, ya bizim tərihlərimizlə gedər, ya da ki, biz özümüz meydana girərik. Bir ayrısı da yazdı ki, Pezeşkan şeyin də qabaqçı helikopterin cərəyanından dərs al. Biri də yazdı ki, sənin hökmü edamın hazırdır. Pezeşkana xitab yazırlar. İndi buradan nə alırıq, Oğuz bəy? Mən nəzərimə gəlir ki, İstəyirlər Pezeşkanda istəyək, istəməyək, İranın yaratdığı, Farsların yaratdığı, keçən yüzildə təbliğat elədiyi və tərif elədiyi Azəri deyə bir varlıq var idi ki, tarix deymişlər. O varlıq, bu adam dedi, mən o varlıq deyiləm, mən Türkəm. Və indi onlar, Xameneyini demirəm, eşikdə olan onun rəqibləri ki, ehtimalən Xameneyində onları, hətmən Xameneyi onlar idarə edir, barmaqları ilə oynadır, o qol çağatay. Ehtimali onlar istəyirlər ki, bu Pezeşkanı kiçik-kiçik işlərə başın qatmağına günün dolduralar və o eləyə bilməyə, fürsət tapmaya böyük siyasətlərə apara. O Cəlili kimlər arxadan o siyasəti, o qaranlıqdaşı dövləti, o dövləti penhan, dövləti dərsayi, gizli dövlət, onu apara, o siyasətləri apara. Məncə indi feylən, əlbəttə indi bu da dövlət deyil, bunu qəbul edir, yaxşı dövlətin hələ hakimiyyətin başını geçməyibdir, rəis cümhur deyil əmələn və əlbəttə, məsələn, bildi, buna xəbər verdilər, siz də bilirdiniz, mən də bilirdim ki, bu Səid Cəlilinin adamların, sitatlarında işləyənlərin hamısını istəyirlər, istiqdam eləsinlər. Bir dənə hökm verdi ki, bu gündən ki, mən çıxmışam, heç kəs istiqdam eləmək haqqınız yoxdur dövlətdə. Heç bir işdə. Bu özü bir ciddi bir iş idi. Məncə ciddi bir işdir. Çünki əgər onlar eləyə bilsələr, adamların soxalar bura, bu onun içindən çıxa bilməz. Eyni halda
siz cənabınız işarə elədiniz ki, bu Hizbullahı təyid elədi, filan elədi. Mən də bunu görürəm. Amma mənim nəzərimdə bir dənə oyun oynayır. Mən belə düşünürəm. Yəni biraz fərqli. O Zərif bilirsiniz, Xameneyinin əl adamıdır. Onun işarəsi ilə işləyibdi. Çox da ciddi bir şeydir. Bu deyibdi ki, bir İran milləti deməyib mən. Deyib İran milləti Hizbullahdan və o qruplardan yəni himayət eləməkdən cana gəliblər. İstəmirlər onlardan himayət edirlər. Baxın, eyni halda, məsələn, eyni Pezeşkiyan məsələn Azərbaycan prezidenti ilə danışıbdı. Gözəl bir danışıqlar keçibdi. Türkiyə prezidenti ilə 1 saat danışıbdı. Gözəl danışıqlar keçibdi. Amma arxasında görürsünüz ki, bir dənə şey yaradırlar. Hüseyniyanın üstünə əgər diqqət buyursanız, neçə gündür çox təkid çoxalıbdı. Seçkidən bu üzə. Ha belə görürsünüz ki, Türkiyədə gedirlər, Türkiyənin məsələn təyyarasının Turkish Air, onun dəftərini bağlayırlar. Bu bir istirlər Pezeşkiyana gündəm yaradırlar. Və Pezeşkiyan eləyə bilməyə bu gündəmlərdən çıxıb siyasətə girə bilsin. Hələ fiilən gəlməmiş. Bilirik da ki, elə ki, bu bir ay niyə bir ay vaxtı vardı ta onu gətirələr ki, təhlif ala, rəhbər onun hökmünü imzalamasa rəis cümhur ola bilməz. Rəhbər veto eləyə bilər. Yəni, baxın, o imzalamaq nə deməkdir? İmzalamasa, yəni mən səni rəis cümhur eləmirəm, rəis cümhur batil olar. Qanun əsasında bu gücü verib. Yəni, millət rəy veribdir. Mən imzalamasam, veto eləyirəm, batil eləyir, olur getdir. Bu qədər güclü bir qanun əsasında ona güc verilir, ixtiyar verilir. İndi, bu adam bir aydan sonra həmamən bunlarla məşğul olmalıdır. Zindanlarda etisab qəzalar gedir, arvadları, xanımları, qadınları edama məhkum edirlər. Özdə heç şeysiz o tərəfdən fiilən Təbrizdə dəstələrə həmlə edirlər. O tərəfdən bunun sitadında işləyənlər tuturlar. O tərəfdən Türklər dəstə xaricədən bunu dedilər. Yəni bu opozisyon, Farsların opozisyonları var ha. Deyirlər ki, Xomeyni geçsin, biz gələ oturuq yerə. Onlar dedilər ki, Türklər dəstə Urmiyədən oradan buradan gedirlər. Riyasət Cumhuru Kaxına şeylə görüşürlər. İstəyirlər ki, orada güc alsınlar falan. Yəni bir dənə bir atmosfer yaradırlar ki, bu adam eləyə bilməsin Azərbaycanlıların və millətlərin haqları yönündə ən kiçik addım götürsün. Yəni, hər halda bir, məsələn, o zaman deyir, mən Türkəm, Kürdistanla yaşamışam, türk dilləri bilirəm, nə bilim, Bəluçistanda xidmət eləmişəm, Tehranda dərs oxumuşam, nə bilim, Əl-Əhvazda Zənci zamanı getmişəm, savaşmışam və bunları görmüşəm, Avropada yaşamışam, Amerikada yaşamışam, nə bilim, Asiyanın gün çıxan tərəfində dərs oxumuşam, falan eləmişəm. Bunları deyəndə, yəni, bu adamın bir düşüncəsi Xameneyi ilə fərqlidir, hətta Xatəmi ilə fərqlidir, Əhmədinəcad ilə fərqlidir. Millətləri görübdür, bir tanışıqlığı var Bəluçla, Kürdünə, Türkünə. Zehnində fəqət demir, bir dənə İran var Nəxçədə. Mənə ki, məsələn, dedim, Bəluçları 10-15 gündür tanıram ki, bunlar nə vəziyyətədir, belə deyil. Yəni, mən deyirdim, Bəluçları tanıram, hərdən biri, məsələn, edamlarının xəbərini yayırdım, deyirdim, tanıram, amma indi görürəm ki, yox, daha ağırmış bəzi orada. Orada durum daha çətin imiş. İndi, amma Pezeşkiyan bunları görübdür. İndi bunları görüb, istəyir bir addım götürə, ya gərək Xameneyi bunları idarə edə deyə ağası eləməyin, ya da ki, gərək istəyərlər bunun başını qatalar qoymayarlar, ya da ki, öldürəcəklər, Oğuz bəy. Yəni, burası da var. Mən bu ehtimalı çox görürəm ki, öldürələr bunu, partladalar, buna görə ki, elə indidən içəridə eşikdə bunun ölümünü istəyirlər. Əslində, çünki onun ölümün türklərin səhnədən çıxmağın, onun çıxmağın dilləbə türklər çıxıbdır. O halda ki, biz deyirik, türklər çıxmayıbdır. Və mən inanıram ki, türklərə də bir iş görməyəcəkdir. Amma sizin nəzərinizcə, Pezeşkiyan Azərbaycanla, Ermənistanla bu ilgidə danışıqların fikirdən baxmışsınız ya yox, bir görüşlərdə bir şeylər deyir. Ermənistandan mərzlər değişməyəcək, falan olmayacaq, bəhman olmayacaq. Sizcə bu 3 dana məmləkət deyək, yəni 4 dana. İran, Azərbaycan, İran, Türkiyə, İran, Ermənistan. Bu rabitələri necə görürsünüz bu Pezeşkiyan dövründə? Necə təhlil edirsiniz? Çox sağ olun. Yoldaşlara ki, orada yəni ikinci bölümlə gəldilər. O birinci bölüm kəsildi, amma onu seyr eləmişik.
Bir daha selamlar, saygılar deyirəm. Sağ olun. Əziz yoldaşımız Qaradağ Səsi proqramı şey edir, yöneticilik edir. Sağ Ona da olun. yəni sizə də Teşekkür selamlar ederim. yazmışlar. Siz görürsünüz yazıları ya yox? Yazıları görürüm, cənabınızı yox. Olsun da. Olsun. Sonradan proqramımızı görənlərə də indidən selamlarımız, saygılarımız sunalım. Biz görüşlərimizi geçən illərdə bir həftədə və 2 həftədə yazmışıq. Ki yalnız danışıq olmasın, yalnız bilbədahə, yəni sözlər deyəndə adam ola bilir bir şey deyək ki, qəsd eləmir. Ona görə açıqca yazmışıq, adımızı da üstünə qoymuşuq. Bizə görə Pizişyan bir təqribən 100 ildən çox, 100 yaşında bir əcuzədir. İran dövlətçiliyinin əcuzəsidir. Və mən üzr istəyirəm buradakı bəzi kəlmələr işlədirəm. Məcburam, bu siyasi olaraq bunları danışırıq. Əcuzəsidir ki, bunu gətirmişlər, muşataları gətirmişlər, siyasət muşatalarını, bölgənin və dünyanın siyasətlərini, İran dövlətinin xəbəri olanları, toplum bilimi adamlarını, toplum psikolojisinin bilim adamlarını gətirmişlər və bu adamı ki, görünüşü daha təmizdir, mesela qəlbi döktürüdür, ürək döktürüdür. Mesela o qədər bəziləri kimin adam öldürməyə, xişunətlə danışmağa, öyle yani şeye məşhur deyil, ixtilasa filana məşhur deyil. Daha təmiz vicəhəsi vardır. Döktür Məsud Pezişyanın. O tərəfdən adında da sağ sol döktür deyilir. Və bu bilirsiniz ki, insanları sehr elər, o kültürləri aşağı olan insanları geri qalmış millətlərin içində bu cür şeylər ki, döktür Pezişyan, əslində döktür deyiləndə onları sehr elər. Və bunların hamısını istifadə eləmişlər. Bu əcuzəni, bu əcuzənin isminə adı nədir? İran Fars işğal dövlətçiliyidir, 100 ildir. Bu 100 illik əcuzəni böyle bətun eləmişlər, mala çəkmişlər, bəzəmişlər və ən bunların təmiz vicəhələri ki, Pezişyan ola iş başına gətirmişlər, ikinci olaraq, məmləkətin ikincisi olaraq. Və hər kəs də bir zərrə fikr eləsə ki, hafizəsi olmasa, nə bilim, Alzheimer'ı olsa, ya qəsdən özünü vursa bilməməzliyə ki, geçən 45 ildə İranda rəisi cümhur məqamının böyle də bir gücü yoxdur. Hətta o cümhurbaşqanı özü gəlir deyir. Yəni o adamlar o qədər kütdülər beyinləri ki, məsələn bunu hatırlamırlar. Həqiqətən küt beyin ki deyirlər, kütdür, yəni iti deyil, kəskin deyil. Prezident, İran prezidenti özü gəlir deyir ki, mənim farsça deyir, mən bir karidarım deyir. Öyle bir söz demişdi. Karidar demişdi, ne demişdi? Tədarükatçı. Tədarükatçıyam. Yəni bu ofislərdə gəlib çay gətirər, ofis yəni o rəisin qabağına böyle ayaq üstə əllərində qoyar. Yəni əmir qulu. Yəni tədarükatçı. Öz kəlməsini. Siz düşünün ki, bunlar ki o məqami müəzzəm rəhbəridən küsmüşlər bəziləri. Görürsünüz ki, Əhmədinəcad mesela ona Firon deyir bəzən. İşare ilə yəni Xamneyə Firon deyir. Deyir ki, Allah değilsiniz ki, Firon değilsiniz ki, oturupsun orada. Bir nəfər niyə təsmi tutsun? Və Ay Xatəmi də fikir edirəm dedi ki, mən bir tədarüşçüyəm. Ay Zərif ki, məmləkətin üçüncüsü olaraq görünürdü. Uzun süre İran devletini bu tartışmalarda, bu şeylerde nükleer meselesini Bərcamda təmsil eləmişdi. Ay Zərif özü, Məhəmməd Cavad Zərif açıqca deyir ki, Vəzarəti Xaricənin əslən sıfır deyir. Deyir sıfırdan 100'ə nə qədər səhmi var xarici siyasətdə. Bu da vəzirdir da bundan daha çox olmaz ki, bu cərək çoxlu şeyə qərar verə və sonra qərarını gətirə verə məclisin təsvibinə. Dünyada böyle olur. Bu deyir ki, sıfır. Yəni 1 deyə bilər, 5 deyə bilər. Bunları biləndən sonra, geçən 45 ili şey edəndən sonra, gözdən geçirəndən sonra olayları, geçən 100 ili, görək ki, məsələn, Məhəmməd Şah olarkən öbürü vəzirlərin, məsələn, nə qədər qüdrət icrailəri var idi. Bunları yenə də durub bəziləri deyəndə ki, Ay Pezişyanı qoymayacaqlar filan işləyir. Ay Pezişyan istəyir filan işləyir. Ay Pezişyan belə, Pezişyan.
Bunların yani ne kadar beyninin küt olduğunu gösterir ve demek ki adam bunların ağlına biraz şək gelir. Ya da ki başka şeye şək gelir. Deyir, hakikaten bunlar o İran devletçiliğinin meydan qızdıranlarıdırlar ki, hələ də istəyirlər böyle bir hissi, böyle bir ümidi, bu yazıq millətə, bu millətə ki, dünyada ən fəlakətzədə millətdir. Bu ümidi verələr ki, bir adam var, onun adı Pezeshkiandır ve İran'da reis cumhurdur. O bir türlü size bir şey eləyəcəkdir, bir yardım olacaqdır. Orada bir delik var, bir rozane-i ümid. Orada bir delik var, o delikten ışık gelir. O ışığın da adı Pezeshkianın bir Türk'ün, bir adam ki açıkça yarır deyir, mən Türk'əm, uşaqlarımla Türk danışam, dədəm Türk, nənəm bunları deyir. Ve orada bir rozane-i ümid var, ümid deliği var orada. Halbuki biz bilirik ki, o delik ki tunelden görünür, o ışık değil. O kurtuluşa taraf gitmir. Oradan İran, Fars, işgal cumhuriyetinin sisteminin qatarı gelir ve birinci Azerbaycan'ı vuracaktır. Biz böyle bakırıq meseleye. Pezeshkian öbürlərinin yanında Larica. Siz müqayisə edin Pezeshkian'ı Laricaniyan, Cəlili ilə, o adamlarla bu ərazili o başına. Bu da onlardan biridir ve onların yoldaşıdır. Onlar rəfiqi, dostu, gərmabə və bazardılar bunlar. Bunlar beraber adam öldürüblər ve ölüme gediblər. İnanın böylədir. Ve herkes de dese öyle değil. Lütfen elə Pezeshkian'ın öz danışıqlarına, Pezeshkian'ın özleri her şeyini lütfen, yani bilmemezlikten de. Bunlar ərz elədim. Bunlar hamısı ki tanıyırsınız ki onlardan bəzilərinin xoşunuz gəlir, bəzilərinin gəlmir. Mən ərz elədim. Pezeshkian'ı fəqət vecihəsin İran İslam Cumhuriyeti daha təmiz saxlamış burayacan. Şimdi işlətdi onu. Yani onu xəşlədi. Görə ki Güney Azərbaycan Milli Hərəkatının söylemlerini uğurlasın, onları çalsın. Onun seçim şovunda o yığışmıştılar. Bərai İran ve Bərai İran bayrakları. Minler Bərai İran bayrakları olsun. İran bayrağının altında Azerbaycan suru okunsun. Ki Azerbaycan ki deyilir, milli hərəkət ki deyilir budur. İran içinde budur. Ve Türk milletinin haklarına ait Pezeshkian yetişecek. Kurtarıcımız budur. Ağ atın üstünde gelmiş ve kurtaracaktır. Bunlara inananlar, bunları hatta diyenlerin ağıllarına niye şək eləyirik? Niye? Çünkü onlar demek geçen 45 ili reis cumhurlarının hikayesini bilmirlər. Veya ne işler görmüşler veya hakikaten siz de buyurdunuz Sayın Səfəli Bey. Hakikaten rəhbəri ve beyt rəhbəri bunları bir şey kimin, kukla kimin, bir oyuncak kimin oynadır ve indi de bunu bize sunubdur. Ve en büyük Güney Azərbaycan Milli Hərəkatına zərbə geçen 10 ildə budur. Bize dəyibdir. Çünkü itin ağını deyərlər. Yani, şimdi böyle bir söz deyərlər, o yün əriyenler deyərlər. Yün bazarında deyərlər. Ağ itin pamukçuya zararı var. Bilirsiniz niye ağ itin pamukçuya zararı var? Çünkü onu tüyü qatışar yüne ve o İran, o Şiye kültüründe o yünü mındar eler. O itin tüyü. Ona ve özde təşxis de verilmez de. Çünkü bu ağ tüy yündür ya itin tüyüdür. Çünkü Pezeshkian bize benzəyir, bizim kimin danışır ve çok da sade böyle gəlir danışır. Ve 16 milyon rəy gətiribdi bütün o yerlerden. Halbuki yani o cüsü görünür bizim biz təhrim eləmişdik. O müvəffəq olub ki. Niye? Çünkü Güney Azərbaycanın bütün o İran deyilen yerin ustanlarında bunun rəylərine bakın. Görün ki rəy vermeyenler, yani onlar işi təhrim eləyiblər. Hatta buna rəy vermeyenler çoktular ya buna rəy verenler. Qətiyyən rəy vermeyenler birincidirlər. İkinci budur. Üçüncü de Cəlilidir. Çox ustanlarda. Bunların ədədləri var. Bəli, hələ İran devletinin dediği ədədlərə görə bizim ki demişik ki rəy vermeyin, İran İslam Cumhuriyetinin oyunlarına girmeyin. O birinci ədəddir. Bu təhlil deyir ki, ədəddir. O ədəd deyir ki, o vermeyenler çoktur. Bütün o İran deyilen yerde yani bəsicilərin, pastorların, ailələrin, əskərləri, sərbazları şeylerden gətiriblər, padişahlardan hamısına paltar giydiriblər, hamısının da başı keçəl, durublar orada səfə gülürlər, rəy verirlər. Bütün bu İran devletinin şeyi, bu həyəcan və cəncal ki yarattılar, sonunda gəldilər bu adama 16 milyon, düz deyirəm ya yox, 16'dır ya yox.
Bəli, 16 16-dan milyon. 16 milyon və Güney Azərbaycanda rəylər düşükdür. Niyə? Çünki Güney Azərbaycan təhrim eləmiş bunu. Elə öz əvan ənsarları və dünən Nərmə Salih bəy İldırımın bu ədədlər üzərinə təhlili var idi. Mən ona yoldaşlardan istərəm rica eləsinlər. Açıqca orada ədədlər üzərinə təhlillər verir və biz də aynı şeyi deyirik ki, hələ İran dövlətinin verdiyi ədədlərin üzərinə Güney Azərbaycanın bütün İran biçimində ki, ustanları vardı, Qəzvin, Zəncan, Kərəc, ne bilim, Salva, Ərdəbil, Şərqi, Qərbi. Bunlarda bu adam elə özü əvan ənsarlarıdırlar, pastarlardılar, onların uşaqları və İran dövləti bürokratik bir məmləkətdir. Yəni İran dövlətin hüquq becirləri, məvacib becirləri çoxdur. Bütün, yəni idarə sistemi çoxdur. İran dövləti çox böyük dövlətdir. Əskidən öyle olubdur. Ya, budur, yəni balaca dövlət deyirsən. Yəni İran həqiqətən, İran dövlətinin, o Xümeyni'nin bir sözü var ki, məmləkətin ki 20 milyon cavanı var, gəl 20 milyonda bəsicisi olsun. Bunların elə 20 milyon, bunların bəsiciləri, yəni bunların bütün raylar neçə nəfərdir? 24'dülər, değil mi? Bütün raylar neçə olur? Aysa. Bütün ray verənlər, batılanmatlar, 24 milyon ray verilib, İran dövləti deyir. Yəni Xümeyni'nin ölümündən 30 neçə ildə geçti, hələ də bu 20 milyon bəsicidirlər ki, ray verirlər bunlara. Hər halda bizim təhlilimiz budur. Bunlar demişdi ki, elə sizə görə qalibət olmasın, hamısı bunlar yoldaşdırlar. Bizə qarşı, Güney Azərbaycan milli mənfəətlərinə qarşı bunlar hamısı əl-ələ kənətlənmiş və bunlar hər zaman bizi öldürməyə, necə ki siz buyurdunuz bu şeydə, bu qızı öldürdülər ya, Məhsanı. Orada xiyabanlarda necə adam öldürürdülər, necə ki Bəluçistanda hər gün öldürürlər, necə ki bunların uçaqları qalxdı, Bəluçistanı da vurur, Kürdistanı da vururdu. Yəni bunlar budurlar, bunlar adam öldürənlərdirlər. Amma ən təmiz vecihəsi Ay Pezeshkian idi ki, onu da xəşlədilər Güney Azərbaycanı. İnşallah ki, aqibətləri xeyir olar. Mən ona görə inanıram ki, Pezeshkian İranın və Farsların, Cumhur İslaminin, Farsların və İranın son şansıdır. Yəni, ya bu şansıdan istifadə edəcəklər, çalışacaqlar ki, uzun nadaran ömrün. Sizin bir gözəl fərmayişiniz var. O da budur ki, İran hakimiyyəti bizlərin beynini yıxamaq üçün, farslaşdırmaq üçün, İrancılaşdırmaq üçün zamana ehtiyacı var. Və biz o zamanı intixabatlarda ona veririk hakimiyyətə. Yəni, hakimiyyət 8 il qazanır, Pezeshkianla, 8 il Xatəmi ilə, 8 il filanla, 8 il Bəhmanla qazanır və o sürəni alır ki, bizim kollən bu dilimizi, kimliyimizi, tariximizi, ədəbiyyatımızı yılsın, aparsın, aradan aparsın. Bu söz doğru sözdür. Amma Pezeshkian da bu şansın sonudur. Buna hardan deyirəm? Bu seçkilərdə, Oğuz bəy, İranın içərisindəki o şeyi ki, Xameneyi də etiraf eləmişdi ki, şikaf-ı ictimai var, şikaf-ı milli var. Yəni, dərə açılıb millətlərin arasında. O dərə özün ələni görsətdi. Özü də iki şəkildə. Bu iki, birinci dövrdə 60% səs vermədi, yəni təhrim elədi. Hətta çox, üzrə, birinci dövrdə çox. Birinci dövrdə 80%-a yaxın şey elədi, təhrim elədi. İkinci dövrdə 51% təhrim elədi. Bu birinci içəridə Gənə İran dövlətinin dediyi amardır. Bəli. O dövlətə görə deyil. O amarlara görə deyirəm. Çünki o amarı çoxları ömrlərini qoymuş, sabit eləsin ki, diktatorluq və otoriteriyan məmləkətlərin amarlarına inanmayın. Nədənlərini də sabit eləmişlər. Amma elə ki, ona inansaq, burada şikaf ictimai dediklərini görürük. Bu iki 70% ya 80% səs vermir. Bu göstərir ki, 80% hakimiyyətdən, dövlətdən qırılıb, qəbul eləmir. Bu ikinci mərhələdə görürük ki, Pezeshkian çıxır və Pezeshkianın da çıxmağına səbəb onun türkçüyəm demağıdır, onun bu iki kürdləri tanıram, ərəbləri tanıram, bəlküsları tanıram demağıdır. Bu sünnilərin haqqı vardı demağıdır. Bu bunu göstərir ki, burada da o 20% ki, rəy veribdir, onları iki rəy veriblər Pezeshkiana, Oğuz bəy, o mühümdür. O çoxluqdur. O deyir ki,
mən mərkəzdən qırılmışam. Mən Pezeşkiyana ümid bağlamışam. Pezeşkiyan son ümid olur. Daha Pezeşkiyana alternativ gətirə bilməyəcəklər. Çünki olsaydı gətirərdə qoymazlar Pezeşkiyan gətirsin. Çünki həm opozisyon eşikdə, həm içəridə, həm camiişünasları, filsufları Əbdülkərimə Əbdülkərimə Suruç yoxa, o birisi Əbdülkərimə nədir onun adı? Tehranda ustad danışqahdır. Filsuf Tehrandadır. Siz O deyir Suruşu ki, deyirsiniz. xeyr, Suruç şeydədir, İngilistan'da. Abdülkerim odur. Yox, bir dənə ayrı Əbdülkərim var. İndi adı yadıma düşər deyərəm, əgər yadıma düşsə. Mən ona qulaq asaram çox. Çox faşist nasionalistdir. Çox faşist bir nasionalistdir. Ziddi Türk bir adamdır. O məsələn deyir ki, ya ona tayları İran televizyonunda deyirlər. Deyirlər ki, biz əslən iştibah elədik. Əslən gərək bu Türk-Fars savaşına, bilirsiniz, bunlar 100 il görmürdülər bizi. Biz danışırdıq, bağırırdıq, şikayət edirdik, hər nə edirdik. Onlar deyirlər, siz yoxsunuz. Biz görmürük ki, siz yoxsunuz. Gözləri yumursa siz yoxsunuz. Mən olmayan şeyin üstündə niyə danışdım? Əslən bizim adımızı gətirməzlər, bizi danışdırmazdılar. İndi amma bu intixabatda məcbur oldular, deyirlər ki, bir Türk var. Cəlibdir. Və onlar ki, dünənəcən deyirlər Azəri, bugün hamısı bir Türk. Yəni Azəri deyən yoxdur. Otağın yöneticisidir Zeydabadi. Yox, Zeydabadi filsuf deyil. Yox. Zeydabadi Ruznamenigardır. Yox, o Əbdülreza, indi adını taparam deyərəm, özüm yadıma düşər. Filsufdur. O filsufdur. Əslən adı elə tayteli filsufdur. Özünün tayteli, elmi tayteli filsufdur. Özü deyər ki, mən təfəlsuf eləmirəm. Onu siz deyin. Hansı nə eləmək istəmir? Yox, o bir daha təkrar olur. O təkrar olur, amma indi mənim dilim bəlkə dolaşdı. Yəni fəlsəfi. Fəlsəfi danışmaq. Bəli, o deyir ki, mən bundan eləmirəm. Mən özüm filsufam, düşünürəm, filanam, bəhmanam, çox ciddi. Amma o deyir, və o birisilər deyir ki, biz iştibah elədik. Bir dənə savaş deyir əşyada gedirdi, onu getdik, ələni elədik. Pezeşkiyan çıxmaya bu savaş davam tapacaq. Biz qabağını ala bilməyəcəyik. Kontrol belə eləyə bilməyəcəyik. Və bunu göstərir. Heç kəs demir ki, bizim mən milli hərəkətdə bir nəfər görməmişəm. Yazı deyək ki, ya danışa deyək ki, Pezeşkiyan bizim ümidimizdir. Bizi aparacaq qabağa, bizim haqlarımızı verəcək. Yox, belə bir şey yoxdur. Deyirlər ki, biz burada fürsətdən istifadə elədik. Bəhsimizi apardıq üstə. Bəzi işlərə də çalışmağa çalışırıq. Bəzi imtiyaz almaq, elə bu şəraitdə bəzi imtiyaz almağa çalışırıq. Bir yol Məncə Abdülreza Davəri. Yox, o da ustad danışqah şey deyil. Ölübdür, Davəri ölübdür. O Davəri ölübdür. Davəri ölübdür, o da ölübdür. O biri deyil. Ərz edeyim ki, mən indi baxsam taparam, sizin növbəz olanda mən adını onu taparım. Bir yol. Ərz edeyim ki, bu vəziyyət, vaqiyyət budur ki, Piramın və mərkəz, yəni farslar və farsçılıq bir tərəfdən, türklər, ərəblər, bəluslar, türkmenlər, qəşqailər, sünnilər, şiələr ki, İrana qırılıblar, bunlar bir tərəfdə. Bir döna savaş gəldi, ortada görsətdi. Pezeşkiyan iki cürə görsətdi, bir iddəsi təhrimlə görsətdi, bir iddəsi Pezeşkiyanın yanında durmaqdan görsətdilər. Pezeşkiyanın yanında durmadılar ki, Pezeşkiyan çıxsa biz şey olacaq. Pezeşkiyanın yanında durub, bu iki biz türkük, yəni rəy verməsəydilər o türklük çıxmazdı ortaya, Oğuz bəy. O ərəblik çıxmazdı, o bəlusluq çıxmazdı. O iki gəlib Pezeşkiyana rəy verir, Pezeşkiyana görə rəy vermir. Versəydilər birinci dövrdə verərdilər. O ərəb ki, Pezeşkiyana rəy veribdi, Pezeşkiyana görə rəy verməyibdi. Onu əgər versəydilər, əvvəlimci dövrdə rəy verərdilər. Necə Kürdlər, o birislər birinci dövrdə rəy verməyiblər. Onlar ki, Pezeşkiyana rəy veriblər. Onlar Azərbaycan milli hərəkətinə görə rəy veriblər. Çünki bizim yazarlarımız yazdılar, ərəblərdən səs istədilər, oradan buradan səs istədilər ki, biz sizdən himayət eləmişik, bizdən himayət eləyəcəksiniz. Niyə? Bir dənə savaşı biz istiruq aparaq qabağa. Bir də Oğuz bəy, siyasətdə
Xameneyi necə idarə edir bizi? Yəni bizim çox şeyləri idarə edir. Vaqiət budur ki, bizdə eşikdə davaların bir çoxunu görürsün, bunlar Xameneyi idarə edir. Radyo, televizyonlar görürsün, eşikdə Amerika pulunu verir, Avropa pulunu verir. Bunların için Xameneyi idarə edir. Və mən təəccüb elədim. Ruznamə-i Səlamdan bir nəfər ittilaatlı olardı. O BBC-də təhlil verir Pezeşkiyanın mənfəətini. Cəlibdir. Mən çox, əlbəttə, əslində Kürdür onu. Yox. Təəccüb elədim. Niyə içərdən bu idarə edirlər? Eşiyi idarə edirlər. İndi siyasətdə 2-3 cürə iş var. Mən bəzi şeyləri cənabınızdan öyrəşmişəm. Bu bəhsi də yazmışam, məqalə də yazmışam öyrəşəndən sonra cənabınızdan. Onlardan biri budur ki, siyasətdə bəzi şeyləri insanlar bilmir. Məsələn, mən bilmirdim ki, savaşda mən deyirdim ki, qətliam elərlər, işğal elərlər. Siz dediniz ki, yox, qətliam da üzrüsəm, savaşda o milləti ki, istəyirsən onu içəridə yox eləyəsən, onu göndərərsən savaşa. Məsələn, ondan 100 nəfər gedəndə sənin öz millət, məsələn, türklərdən 100 nəfər gedəndə savaşa, ərəblərdən 100 nəfər gedəndə savaşa, farslardan 1 nəfər gedər. Onlara deyəsən təhlükəli, orası siz savaşçısınız, siz qeyratlısınız, qayırsınız. Ay yaşa, ay yaşa. Siyasət, bu siyasətdir Oğuz bəy. Siyasətdir. Düşməni və o ki, onu istəyirsən yıxasan, onu elə ölümə göndərəsən ki, özü onu iftixarla gedə. Məsələn, biz İrançılıq üçün getdik, savaşdıq. Bilmirəm cənabınız getdiniz yox, amma mən getdim, mənim qardaşım getdi, mənim yoldaşlarım getdi, mənim dostlarım getdi. Bir addım da götürməmişəm. Ha, biz getdik, xeyr, biz inandıq da, getdik da, dedik İslamdan da ötürü gedirik, Xümeyni də bizim rəhbərimizdir, filan bəhman getdik da, sonra da pəşiman olduq. Mən çox tez pəşiman oldum. 3 aydan sonra, 4 aydan sonra mən cibhədən getdim da, dedim, mən əslində şey eləmirəm. Mənim qardaşım da Məfqud Əsərov oldu, sərbaz idi. Yox. Geçmiş olsun. Sağ olun. Sağ olun. Amma indi istəyirəm nə deyəm? İstəyirəm deyəm ki, o rejim eləyə bildi, bizim beynimizi elə bir siyasət götürsün ki, aparsın. 8 il biz onun üçün savaşdıq. Tək savaşmadıq Oğuz bəy. Tək savaşmadıq. Arvadlarımız, nənələrimiz, bacılarımız, xanımlarımız, qadınlarımız, qızlarımız, evlənənlər, ərə gedənlər qollarından qızıllarını çıxartdılar, boyunlarından, qulaqlarından qızıllarını çıxartdılar, verdilər o savaşa. Bilirsiniz, biz onda bizim famillər, bizim kənd dediyimiz adamlar hamısı ipək işindeydi. Biz ipək çəkərdik. Biz gedirdik ipək alaq. Məsələn deyim, 50.000 tümənlik ipək alacaqdıq. 61-də, 62-də, 63-də, 65-də, 67-də. Bir dənə orada Təbrizdə bir şey var idi. Gedərdik oradan mücəvviz verərdilər, biz gedək bunu alaq. Oranın rəisi Kəhnəmuli idi, adı da Kəhnəmuli idi. O deyərdi ki, gedin filan hesaba, belə ki, məsələn, gedirsə 50.000 tümənlik alası, 50.000 tümən tökün. Sonralarda mən gördüm, adam öz hesabını verilmiş, biz onun hesabına pul tökülmüşük, dövlətin hesabına yox. Amma o, savaş adına ki, biz savaşa pul yığırıq, siz istəyirsiniz 50.000 tümənlik cins alasınız, 50.000 tüməni dövlətə verəsiniz, biz onun hesabına pul tökürdük. Oldu. İstəyirəm deyəm ki, yəni, baxın, istəyirəm nəyi deyəm, Oğuz bəy? Siyasətdə insanları manipulə elərlər, alarlar əllərinə, onlardan istifadə edirlər. Xameneyi bundan istifadə elədi, Xümeyni bundan istifadə elədi. İndi, əcəba soru, əcəba milli hərəkət eləyə bilər, Pezeşkiyandan istifadə eləyə bilər. Əgər eləyə bilsə, bir imtiyazlar ala bilsən, bu imtiyazları almağa çalışmağı yaxşıdır, çalışmamağı yaxşıdır. Mən dostların hamısını xahiş edirəm, bu haqda düşünsünlər, nəşərləri olsa yazsınlar, sevinərəm ki, mənə də göndərərlər. Var olun, sağ olun. Amma mən sizdən bir sual soruşdum, cavab vermədiniz. Mən də o da özü bir siyasətdir də. O bir siyasətdir. Sualdan qaçmaq bir siyasətdir. Ərz elədim ki, Pezeşkiyan bir tərəfdən Ermənistandan danışır, bir tərəfdən Azərbaycandan danışır, bir tərəfdən Türkiyə ilə danışır. Və bunların da hərəsində bir sözlər verir. Bəlli olan Ermənistanınki çox gəldi eşiyə ki, Ermənistana nə danışıb, bu gəldi eşiyə. Amma Azərbaycan Cumhuriyyəti ilə, Türkiyə Cumhuriyyəti ilə çox bir ittilaat gəlmədi eşiyə ki, nə danışıblar prezidentlər. Siz nə düşünürsünüz? Burada nə cür bir siyasət aparacaqlar? Eyni halda ki, sorumu belə təkmil edeyim. Eyni halda ki, İran təhsil qaçaq yolu Türk dövlətləridir. Buyurun. Mən sizin sualınızda cavab vermədim. Ona görə ki, istəyirdim özüm bir şey deyəm. Onu dedim. Ona görə sualı da unuttum, bağışlarsınız.
Hər kəsə bir daha salamlar, saygılar. Cavad bəy Əbbasi, çox təşəkkür. Sağ olun, keçən həftə də qatıldınız. Umarım ki, daha yaxşı fürsətdə sizdən daha çox faydalanarıq. Hər kəs ki, istəyir canlımızda gəlsin, bizimlə görüşünü paylaşsın. Təbii ki, bizə yaza bilər, biz onu tanısaq və bilsək ki, kimdir, izin verərik və onun xidmətində oluruq və öyrənməyə çalışarıq. Burada da hər kəs istəsə sualını, görüşünü, eleştirisini yazsın, hətmən ki, onu danışarıq. Biz bütün düşüncələrə, tam tərs düşüncələrə açığıq. Açıq nə demək? Yəni onu dinlərik və hətta çalışarıq ki, o tərəfdən baxaq, görək ki, o bizim millətimizin dərdinə dəyərmi? Çünki bizim dərdimiz var. Siz düşünün, birinin dərdi var, birinin xəstəliyi var, bir problemi var və ya bir əzizi xəstədir bimaristanda və ya özü xəstədir. Da ona təəssüb, aynen belə, ay filan döktür gəlməsin, filan kəs gəlsin. Aynen filan döktürdən xoşum gəlir, filan döktürdən acığım gəlir, filan döktür ağdır, bu qərədir, o çinlidir, bu cür şeylər olmaz. O adamın ki, əzizi xəstədir, o adamın ki, doğrudan dərdi var və ya özünün dərdi var, o dərdinə dərman istər. O dərdinə dərman istər. O, ona fərq eləməz. Ona hər kəs ki, heç kimsəniz inşallah ki, xəstə olmasın. Və hər kəsin bir xəstəsi olsa, bilər mən nə deyirəm ki, o deyər ki, bir doktorlar, bir qrup doktorlar gələr, deyər ki, filan davanı tapmışıq. Bunu dənəyək. Çarəsi yoxdur, dənəməlidir. O tərəfdən də baxmalıdır məsələyə. O anlama gəlməz ki, onu qəbul edəcəkdir. O anlama gəlməz ki, onu uygulayacaq. Ancaq açıq beyinli insan. O adam ki, məsələlər bilimsel baxır, təəssübi yox. Bir tərəfi tutmur. Mən heç tərəfi tutmaram. Mən çox açıq və İngilizcədə deyir unbiased, yəni tərəfsiz, təəssübsüz birisiyəm. Çünki mənə görə bir millətin ki, heç bir şey olmasa, bir millətin ki, sunmağa və həyatda qalmağa və öbürü millətlərə və bölgədə sunmağa heç bir şey olmasa, düşünürü olmasa, teknolojisi olmasa, arkitektürü olmasa, kültürü olmasa, mədəniyyəti olmasa, o haraya sığınacaqdır? Nasyonalizmə, milliyyətçiliyə sığınacaqdır. Ki, aynen mən üstünəm, aynen 1000 il öncə mən belə idim, mən başımda filan tac var idi. Ya məsələn, filan yerəcəm mənim babalarım. Bir şey ki, yəni bu eləməyibdir, buna da dəxli yoxdur. Yəni. O yerlərə sığınarlar. Ona görə birinin ki, hətta insan da belədir. Mən milləti ərz elədim, insanı da ərz elədim. Bir insanın ki, verəcəyi bir sözü yoxdur, düşüncəsi yoxdur. O, milliyyətçiliyə, kör milliyyətçiliyə şey edəcəkdir, sığınacaqdır. Və elə zənn edəcək ki, məsələn, türklük üstünlükdür. Türklüklə, ya o tərəfdən də baxsın, rusluq üstünlükdür, o tərəfdən baxsın, nə bilim, çinlilik. Öyle bir şey yoxdur. Və ya dinə söykənəcəkdir. O şaxsaya çıxarlar, dəstədən, qulpdan, zaddan çıxardarlar ya. Deyərlər ki, hansı bir ruhin belə mövlası var, şiələrin Həzrəti Əbbası var. Və ya məsələn, məscidlərdən, minarələrdən bağırırlar ki, Allahu Əkbər. Yəni, bu ən böyük budur yəni. Çünki özünün sunacağı bir şey yoxdur. Özünün yapacağı bir şey ki, bir dərdə çarə olsun. Yəni, bir bina düzəlsin, bir uşaq mədrəsəsi düzəlsin, bir körpü düzəlsin, bir bimaristan düzəlsin, bir düşüncə ürətsin və milləti daha yaxşı rifaha gətirsin. Çünki bu eləmir. 4 dənə fəlsəfi kitabı yoxdur, 10 dənə filsufu yoxdur, 5 dənə teknisiyəni, fizik alimi, nə bilim, şimi alimi, bunlar heç biri yoxdur. Ona görə haraya söykənəcəkdir? Əbəlfəzl Abbasa söykənəcəkdir, Allaha söykənəcəkdir, dinə söykənəcəkdir ki, mən o dünyada, mənim Allahım səninkindən böyükdür və mənim Allahım səni yenəcək və o dünyada mən daha yaxşı yaşayacağım cənnətdə, cənnət-i mə'vadə və səninki yaşamayacaqsan, cəhənnəmə gedəcəksən. Və ya milliyyətçilikdə bu 2 dənə xəstəlik ki vardır, biri kör milliyyətçilikdir, biri də bu dinə söykənməkdir. Bu iki şeye o zaman bir millət və ya bir şəxs söykənər ki, İnsaf Əli bəy. Həqiqətən mədəniyyətdə, insan uygarlığında və milli uygarlığında bir deyəcəyi bir sözü yoxdur. Tabağa, mizin üstünə qoyacağı və sunacağı bir şey yoxdur. Ona görə başlayacaq ki, aynen mən Alman millətiyəm, mən nə bilim,
Rus milliyyətiyəm, ya hər nəyəm də, yəni böyle. Bizim milliyyətçiliyimiz, əziz yoldaşlar, indi biz bunu 40 ildən biraz çoxdur deyirik. O zamanlar ki, hələ internet də yox idi, yazılarda, skanlarlıqlarda, danışıqlarda. Bizim milliyyətçiliyimiz qurtarıcı milliyyətçilikdir. İşğaldan qurtarıcı milliyyətçilikdir. Yəni, qurtuluş üzərədir. Çünki sən işğaldasan, zindandasan, əsirsən, ailən, millətin torpağın, sən bunu qurtarasan. Və bu millət istəyirsən qurtarasın da. O, Həzrəti Musanın gözəl bir sözü var Tevratda. O ona deyir ki, bırak mənim millətim, bırak mənim millətimi. Bırak geçsin deyir mən millətim. Yəni, bunu bırak. Bunu əsarətdən üçün olar. Güya o Tevrata görə mən bunları o anlama gəlməz ki, qəbul edirəm və ya inanıram, amma mən düşüncə gətirirəm, misal gətirirəm ki, sözü anlayaq. Musa orada Firavuna Tevratda yazılıb deyir ki, let my people go. Deyir, bırak mənim millətim geçsin. Yəni, o da bırakır da, bilirsiniz ki, bırakır və onlar çıxırlar orada. Exodus ki deyirlər, çıxış oradadır. Biz də, bizim o istək, deyir ki, bizim millətimizi bırak. Fars millətinə deyirik ki, İran devlətini oğurlamış, çalmış, bizə hakimdir. İran devlətçiliyini ki, biz idarə eləmişik 1000 sənə. Düz 1000 sənə idarə etmişik və ədalət yaymışıq. Müqayisədə arz edirəm. Əslən demirəm ki, biz ən adil insanlarıq, biz biraz öncəki sözdə ki, biz yaxçıyıq, o birilər pisdirlər. Yox. Müqayisədə Rus millətinin idarə elədiyi yerlərə baxın. İngiliz millətinin, nə bilim, Frans millətinin, nə bilim, Hindu millətinin, Keşmirin vəziyyətinə baxın. Amerikanın işğal elədiyi Ərağı baxın. Azərbaycanın gedib, məsələn, Bəluçistanı işğal elədiyi, idarə elədiyi vəzə baxın. Neçə 100 illər, 1000 il. Osmanlının işğal elədiyi və aldığı, məsələn, Yunana baxın. Görün, nə qədər ədalət olmuş orada. Oranın dinlərinə nə olmuş, millətlərinə, nə bilim, kilisaları yerində, hər şey, dili və dini. Bunlar demək istəyirəm ki, demirəm biz yaxçıyıq, o birilər pisdirlər. Yox. Bizim milliyyətçiliyimiz qurtarıcı bir milliyyətçilikdir. İran, Fars işğal sistemindən qurtuluşçu bir milliyyətçilikdir. Biz əlbəttə ki, deyəcəyik milliyyətçiyik və Türk millətini, Azərbaycanlıların hamısını, Azərbaycanda yaşayan hər kəsi, hər millətdən, yəni özünü hər millətdən bilən hamısını. Ancaq bunun çoxunluğu Türk olduğuna görə deyirik ki, Türk millətimi bırakçla deyirik. Firavun zamaniyə deyirik. Və onun abdarçısı, tədarüşçüsü, fizikçiyan kimi adam öldürənlərə, o Əjdərbəyin gözəl bir sözü var, bir adam yiyənlərə. Bunlar adam yiyənlərin lap o polisi, xub polisi bəd var ya, bu filmlərdə görürsünüz. Biri gələr 3-4 dənə tokat atar, sillə, təpik. Ondan sonra biri ona deyər ki, vurma, mən bunu tanıyıram, mən xalolusunu tanıyıram filan yerdən. Onu atar eşiyə, bir dənə də çay gətirər, o əski filmlərdə bir dənə də sığar verərdi, da indi sığar vermirlər. Bir dənə də sığar verər, deyər ki, olsun, bu şeydir, bunu zaten işdən atacaqlar, bu polisi. Sən rahat ol, mən buradayım, mən burada sən yanındayım. O bədbəxti aldadar, uşaq aldadan kimin, cahil aldadan kimin, hər kəs ki, fizikçiyan kimin, bir adam öldürənin, bu qədər keçən 45 ildə cinayətin şahidi və ortağı olan fizikçiyan kimin adama ümid bağlayan və belə, o əslində ümid mübarizənin ən böyük şeyidir, xəstəliyidir, cüzam kimin. Ümid, Səfəli bəy, cüzam kimin mübarizəni yer tutarır. Çünki ümid. Və bu dinçi dünyalarda, İslam da ona daxil. Ümid verərək insanların həyatını əlindən alırlar. Ki, sabaha ümid var. Ki, öbürü dünyada ümid var. Ki, biri sənə zülm eləyir, ümid var, o dünyada ona cəzalandıracaq. 300.000 sənə yandıracaq, bu sənə zülm eləyir. Mənə nə faydası var onu 300.000 sənə yandırasan, 3 milyon sənə yandırasan. Burada bir gün ədalət olmalıdır. Bir gün mən qurtulmalıyam. Yoxsa ümid, bu ümid. Bu olsa belə olacaq, olmayacaq. Heç bir şey olmayacaqdır. Sən qalxmasan heç bir şey olmayacaqdır. Sən durub, sən özünə bir iş görməsən, bir gün o bir şey olmayacaq. Yarındakı gecdir hər zaman. Sən öz məhəlləndə durub bir iş görməsən, necə ki, əksəriyyət gördür, rəy vermədilər. Sağ olsunlar. Bir sonraki addım nədir? Gedib sandıqları dağıtmaqdır. Şimdi bunlar
dedik yine de keserler otağımızı. İnternet şeylerler ne diye bu kalapselerler Instagram. Yani bir attım eylem budur da. Gör ne kadar cahil düzeltiplerse. Saf insanlar ki aldanırlar. Zalimin gülüşüne insafları var. Ben elə sevirəm millətimi ki. Deyirəm ki o millet onun zalim bir gülümseyir ya. O Seyyid-i Xandan var ya. Ya bu da gelir gülümseyir bunun dilinde. Ona tez aldanır. Nasıl benim güzel milletim, benim saf milletim, benim zayıf milletim, benim ezilmiş milletim. Tez inanır. Orada bir ümit görür. Ve ben de sizin kardeşiniz olarak size diyorum ki bütün bizim siyasi tecrübemiz, elmimiz bize diyor ki ümit aslında mübarizenin cüzam kimi yer. Ümittir ki sizin düşmanınızdır. Ümit olmamalıdır. Ümidin yerine irade olmalıdır ve emel olma, eylem. Göreceksen bir iş, büyün bir iş göreceksen ve yarın da yarın işini göreceksen, öbür gün de öbür günün ve öyle kurtulacak. Öbür milletlere bakın. Ki siz onlara deyirsiniz ki istikbari cihani. Norveç'e bakın, Belçika'ya bakın, Alman'a bakın. Bunlar her gün bir iş görürler. Her gün o millet bir iş görür. Çünkü millet olmak ve devletçilik yaratmak için her gün bir iş görmelisin. Her gün o saklamalısın. İnanın bir gün onu göz ardı eləsən, bir gün göz ardı eləsən, o ölüşker. O milleti ve devleti ve o iktidarı ve milli vigarı ve demokrasini. İnanın demokrasi bir güldür ki onun günde onun suyuna, yarpağına, güneşine, bakmasan torpağına inanın ölüşker. Görürsünüz bazı memleketlerde demokrasi bir gedir aşağı bir 10 yıl böyle, 20 yıl böyle, 30. Çünkü demokrasiye gelip bakasın. Amerika için memlekette her gün, her il demokrasiye bakırlar ki bunun indeksi hardadır. Ne kadar insanların hakları, milletlerin hakları yukarıda aşağıdır. Güney Azərbaycan bunların heç biri yoxdur. Bunlar söhbət eləmənin anlamı yoxdur. Demokrasiden, insanlıktan. Niye? Çünkü millet, önce millet. Ve millet harda özünü göstərer? Devlette. Bir yerin ki devleti yoktu. Öyle zalimleri, işgalçıları bir gün sillesine, tepiyine ağlar, zarıldar ve şiirler yazar, kitaplar yazar. Bir gün de onun o öbürü yüzünü çevirəndə ki gülümseyir. Düzələcək. Biraz düzələcək. Bak biraz da düzəlsə, bir nəfəs çəkə bilsə, yaxşı olar da. 2 dənə ruznamə çıxarda bilsə, 2 dənə dans eləyə bilsə, 2 dənə xiyabanda bağıra bilsə, bu yaxşı. Halbuki böyle değil. Ben bu ne diyorlar? İngilizce'de buna diyorlar. Prophet of Doom. O kötü günlerin, pis günlerin peygamberi olarak, pis haberlerin peygamberi olarak size diyorum ki, bu böyle değil. Bunlar size yalandan ümit verirler. Güc bunlarda, imkanat bunlarda, milyard dolar xərcləniblə sizi bu hala salalar. Sizin beyninizi, sizin Türkçenizi bozalar, sizin milletinizi, sizi İranlılaştıralar ve sizi Farslaştıralar. Bunlardadır. Bunların yüreği mi yanar size? Niye yansın? Merhametleşti mi? Yani merhametli oldular mı? Niye değiştiler? Ne oldu? Hiçbir şey değişmeyecektir. Siz durup bir iş görmeyince hiçbir şey değişmeyecektir. Emel ve eylem sizden başlayacaktır. İran devleti işgalci devlettir. Hiç zaman her iş görse sizin elinizdedir. Sizin ağzınıza, benim sözümü her zaman isterseniz kesin. Çünkü benim sözüm bitmiş. Siz ağzınıza bal, ne diyorlar, parmağına bal eləsə ağzınıza soksa zəhərdir o sizi xəstə eləyəcəkdir. Çünkü onun hedefi başkadır. Onun planları, onun Azerbaycan otaqları var, Azerbaycan düşünce otaqları var, onun camiəşinasları var, onun camiəşinas, yani social psychologistləri vardı. Yani camiəşinas, rəvanşinasları var ki, bir də camiənin rəvanşinası nədir? Onun İran devletçiliği ki, Farsların elindədir. En azından 1000 il, 1500 il siyasi tecrübesi vardır. Hamısını işlediler. Neyin aleyhine? Bütün mesele Azerbaycan aleyhine. Güney Azerbaycan. Çünkü Güney Azerbaycan'ı bunlar daha çok, 4 yıl daha çok, 8 yıl daha çok, 10 yıl daha çok, 20 yıl daha çok istəyirlər ki, əridələ siz İranlılaşasınız. Bərayı İran pərçəmin altında gəlib suru oxuyasınız. Çok üzücü bir durumdur. Buyurun. Oğuz Bey, suala cevap vermediniz. Sual budur ki, bu adam prezident olmamış hələ. Adam Ben de prezident olmamış. size, ben de bu günleri Azerbaycan
Mən prezidenti, Türkiye prezidenti ve Ermenistan prezidenti ve başka yani Beşar onu al-Assad da yani sonra soruşacağam yenə. Yenə şey sonra etmiş, soruşacağam. buna tebrik demişler ve bu elbette ki Mən rabitesi olacaktı. Ve ben bir cümle, düz bir cümle diyeyim, o da budur ki İran devletinin harici siyaseti fizikyan elinde değil. İran devleti onu idare ediyor, devleti yani bunlar hükümet değiller. Ve İran devletinin milli menfaatleri bizim anladığımıza göre Ermenistan'ın her zaman yanında durmaktır ve Azerbaycan'ı zayıfleştirmektir bölgede. Buyur. Mən bu günləri sizlə müxalifət cibhəsində durmuşam. Laf yapsın. Güzelliği odur. Düşüncenin güzelliği oradaki Ərz ona şey edirəm sunulsun. ki, sağ Karşı olun. sunulsun. Karşı duyulmasa düşünceye o düşünce meheke vurulmaz. Ne sizin Doğru. şey ne benimki. Buyurun. Oğuz bəy, toplumda realları, realistiki, varlığı görməliyik. Görməsək, yanlış hərəkət edərik. Biz 100 il tək torpağımız işğal olmayıb ki, tək millətimiz qətlam olmayıb ki, düşüncəmiz qətlam, millətçiliyimiz qətlam olub. Beynimiz değişilib. Bu beynin içindəki ət var ha. Nənədən doğanda bunu bir ayrı tür doldurublar ki, biz onlara işləyək. İndi bu milləti istəyirlər birlikdə ziyalılar ki, özləri eləyə biliblər o beyinlərini değiştirərlər, deyirlər, tamam, mən beynimi İrancılıqdan çıxadacağam, gətirəcəyim Azərbaycançı türkçə eləyəm və bunda biraz azdan çoxdan müvəffəq olublar, demirəm kamil müvəffəq olublar, amma biraz müvəffəq olublar. Bunlar bir ümidlə çalışırlar. Ümid hər yerdə də tiryeç deyil, hər yerdə də toğlamaq üçün deyil. Ümid budur ki, siz o millətə ayıtmağa başlayırsınız. Niyə ayıtmağa başlayırsınız? Niyə 40 ildir, 50 ildir bu savaş gedir ortada? 100 ildə əslində. Qacar dövründən bu savaş gedir. Niyə gedir? Daimən görürsünüz, inqilablar durmayıblar ki, millət inqilab eləyibdir, millət ölü veribdir, qətliam veribdir. Niyə? Niyə bu cür olubdur? Çünki bir ümidi var. Mən dövlətimi yenə quracağam. Biz burada əlam düşüncə proqramımız yoxdur. Biz burada düşüncə yaratmağa, ya düşüncələrimizi taqqışdırmağa çalışırıq ki, içindən bir düşüncə çıxsın. Bir ümidimiz var. Nə ümidimiz var? Ümidimiz var ki, millətimizin beyni dəyişər. Millətimizin beynində bir şey dəyə, deyə, ay, öləm mənmişəm, dura, deyək ki, tamam, bundan bizə öz millətimizə. Ciddi deyirəm. Yəni mən şəxsən bu ümidinə, yəni keçən 50 ildə mən keçən indi 1370-dən indiki 34 ildir. 34 ildir yazı yazıram, çalışıram, danışıram, deyirəm, gəlirəm, cənabınız məndən çox ömür qoymusunuz bu haqda. Həm içəridə, həm eşikdə zindan çəkirəm, filan çəkirəm. Bunların hamısını nəyə çəkmişik Oğuz bəy? Nəyə bu zəhmətləri çəkmişik? Nəyə zindicanlığımızı əldən vermişik? Nəyə dədənənəmizdən, famililərimizdən, sevdiklərimizdən, vətənimizdən uzağa düşmüşük? Acaba siz məsələn indi vətən azad olsa Kanadada qalarsınız, yoxsa gedərsiniz Azərbaycana? Təbii ki, Azərbaycana gedərsiniz. Çünki hər şey oradadır sizin üçün. Sizin üçün ora behişdir. Bura hər nədir? Bura gözəldir. Gözəllikdə söz yoxdur. Bura rahatdır. Onda söz yoxdur. Amma ora vətəndir. Ora bir ayrı bir şeydir. Orada millətdir. Biz o ümidlə çalışırıq ki, insanlarımızın beynin dəyişdirək. Beynin ki, yuyublar, yumaqla kəsib, iki şey yuvanda şey olar, tərsi olar. Bir, bəzi şeyləri yuvarsan kəsafəti gedər, təhcə bir şey ki, yuvarsan kəsafətlənər, beyindir. Həmdə bəzi şeylər də var, o suyu vurduqdan, əldə yuduqdan üzdən çoxalar, əldə şey olar, məsələn, yağlaqçı olar filan, o da var. Amma təhcə şey ki, yuduqdan kəsiflənər, beyindir. Bizim beynimizi mədrəsədə yuyublar, danışqata yuyublar, kitablarla, nağıllarla, filmlə, sinemayla, kartonla, molla mənbərdə, əzadarlıqla, süfrə ilə, nə bilim, filan süfrə ilə, bəhman süfrə ilə, bunlarla bizim beynimizi yuyublar. Bizim beynimiz yuyulubdur. Biz əslində İrancıyıq, Oğuz bəy. Mən cənabınızı demirəm. Mən özümü çox vaxt görürəm, mən İrancıyam. Yalan danışmayaq. Yəni, mən yalan danışmıram. Mən sizə deyirəm ki, mən çox vaxt özümlə oturub danışanda görürəm İrancıyam. Sizin sədaqətinizdən bizim xəbərimiz var.
Niye? Çünkü beynimizi bizim elimizden aldılar. Bizim beynimizi elimizden almasalar biz inkılap ederiz, biz silah götürürük, biz memleket kurarız. Devletimizi kurarız. İran'ı yıkarız, Farsları bu torpaqlardan çıxardarıq. Biz İranı Yani yıkmaq qəsdində yoxdur. Bizdən çıxsınlar. Mənim qəsdim var. Mənim qəsdim var. İran adında bir şey, yəni mən yoxam. O zaman ki İran var, mən yoxam. Mənim qəsdim var. Farslar nə eləyirlər, anlasınlar. Amma bizim umudumuz budur ki, yazırıq, danışırıq, həftədə 2 saat gəlirik burada, bu proqramda danışırıq, sonra gedirik orada danışırıq, sonra burada danışırıq, sonra yazırıq. Mən Cənabzın yazılarınızı görürəm, dostların yazılarını görürəm ki, adamın zimlicanlığı olub yazı, düşünmək, yazmaq. Niyə yazırıq? Kimə yazırıq? Orada ümidimiz var ki, o beyin değişənlər bizə tay, mənə tay ayrılsınlar. Mənə tay çönsünlər. Yavaş-yavaş bizim millətimizin əksəriyyəti, %50'si belə millətçi olsun heç olmasa. Bilsin ki, biz bir millətik, bizim bir dövlətimiz var idi, bir tariximiz var idi, bir kimliğimiz var idi, bir yaşam tərzimiz var idi. Biz Türk yaşardıq, Türk düşünərdik, Türk olardıq. Ama onu elden almışıq, elden vermiş ucu nədir? Çox Farsçı yox, çox İrancı yox biz. Biz düşənəndə İran düşünürük ta millətimizi. Mən bir dostlarım biriyle gitmiştim. İsfahanlı ile. Burada taza gelmişler. Tanış olmuştuk. Bundan gittik ya. Bu Niagara Falls'a. Siz bilirsiniz. Böyle sudur da. Orada su çok geçebilir sudur. Gelircedir. Oğuz Bey. Bu adam oraya yetişen kimi birden ne aldı ne sattı. Elə görən kimi ha. Ne olardı bu su bize bir hafta gəliydi İsfahana. Gördüm ki ben 4 ildir gedirəm ora. Bir dəfə deməmişəm, nə olardı bu su Azərbaycanda olayım. Bakın. Bunu mənə demişsiniz. Bəli. Yadıma gəldi. Bu milli düşünməkdir Oğuz bəy. Bu milli düşünməkdir. O zaman ki, deyəsən ki, meyvəni yeyirik, danaları yığaq cibimizə, deyək ki, bunu mən dağa gedəndə keçəcəm, dəriyə gedəndə keçəcəm. Buradan göy çıxsın, mənim davşanım yesin, mənim canavarım yesin, mənim ayım yesin, mənim ağac əkin meyvəsini ayım yesin, adamlarım yesin, o heç. O zaman sen milli olacaqsan. O zaman ki Urmu Gölü deyəsən ki, Urmu Gölü yoxdur, mən də yoxum. Onda milli olacaqsan. Niyə bunları yazırıq? Niyə bunları deyirik? Ümidimiz var, o millət bura. Ümidimiz var, o millət aylac edək dövlətimizi qurar. O millət silahlanmasa, Oğuz bəy, o millət ayrılmasa, o millət ölümü sevməsə, ölmək üçün savaşmasa, ölməyin üstünə yücürməsə, biz müvəffəq olmarıq. Bizim umudumuz nədir? Umudumuz budur. Bir gün gələ ki, bizim gəncliyimiz, cavanımız və qocalarımız, necə İran-Araq savaşında qocalar getdilər cephiyə, dedilər ki, biz öldürün bizi, qoy səngər olaq, siz gedin qabağa. Bizim də qocalarımız, mənim nəslim, məndən böyük nəsil, gərək deyirlər ki, o gün olsun ki, bizim millətimiz qalxsın ayağa, biz onların səngəri olaq. Güllə dəysin bizə, biz ölək, uşaqlarımız, cavanlarımız geçsinlər qabağa. Baxın, bu düşünceye yetişsək, bu ümidlə gedirik. Bu ümidlə Cənabız, mən, bu partilər, çalışırıq ki, millətimiz ayılsın, dövlət qurmaq hissi qədər hissilənsin. Desin ki, mən özüm üçün, millətim üçün canımı verəcəm, canıma. Bu çox mühümdür. Biz bunu ümid edirik, Oğuz bəy. Biz bunu məvadun xəddir bilmirik. Biz bu ümidi də bunu işləyirik. Təhsil ümidə getməmişik ki. Mən mutat görmüşəm Oğuz bəy. Mən mutatların yanında oturmuşam, quzariş yazmışam, Ruznamə Səlamda çap olubdur. Bunlar o məvadun xəddiri seçənlər şeirdən də oxuyarlar, qəzəl oxuyarlar. Gedərlər, həpərütə deyərlər ki, nə oldu? Biz otur deyilik, biz yazırıq və çalışırıq, insanların beynini değiştirmişik. Əgər 80 rəy vermirsə, Oğuz bəy, bu sizinlə, mənimlə, Həsənlə, Hüseynlə, Kazımla, Qasımla, İbrahimlə, Məmmədlə, Nadirlə, Bulutla bunları biz yazmışıq. Biz demişik, biz yaratmışıq. Bu 70-80 min nəfər, 80% əgər gedib səs vermirsə birinci dövrdə, bunu biz yaratmışıq. Bu milləti biz o rejimdən qurmuşuq. Bəziləri deyirlər ki, və deyirlər, yəni yalandan, elə həmənlər deyirlər, o yəni rəyə çağıranlar deyirlər ki, şey oldu, rəyə gəldilər, biz çağırdıq, gəldilər. Əslində ədətlər onu demir. Ədətlər deyir ki, yox, gəlmir. İkinci mərhələdə də əgər biz susqun olsaydıq, susqun qalsaydıq, yəni üzr istəyirəm, susqun qalmasaydıq, o 20% ki birinci mərhələ idi, yenərdi 10%'a. Yəni İran
yanında duran seçkilərdə olan 10%-dan da aşağıya yenərdi. Bu dövlət dediği ha. Yox, Bu yox. üçün indi Elə həmən o indi bir dənə 8-ə, həmən o 8-ə inərdi də, 8 xeyir ondan o da öz aşağıya adamları. gələrdi. Ondan aşağıya gələrdi Oğuz bəy. Bəli. Çünki həmişə birinci dövr ikinci dövrdən çox olar. İkinci dövr bu Yox, səfər mən biz zannelirdim ki, ikinci dövr çox olar. xeyir həmişə tamam tarix İranın intixabatlı seçkilərinin tarixində ikinci dövr birinci dövrün %50'si qədər olar. %50'sindən də az olar. Oldu. Bəli. Buna görə biz burada böyük bir baxın biz ki burada eşitlik yox ya içəridə, onlar ki təhrimçidirlər. Onlar ki İranla müxalifdirlər. Onlar ki milləti ayıtmağa çalışırlar. Onlar ki deyirlər mən türkəm. Bunlar gəldilər %80'i yanlarında tutdular. Bunu biz ümidlə yaratmışıq bunu. Bunu bizim dədələrimiz heyət zamanından, o zamandan İnqilabın əvvəlindən başlayıb və yaratmağa bizlər də bunu davam vermişik. Biz onların irsiyələrin, bayraqlarını almış çiynimizə aparırıq. Onların yanlışlıqları da var, yanlışlarını düzəldirik. Biz də yanlışlıqlarımız var. Gələn nəsil düzəldəcəkdir. Bizdən sonrakılar indi başlayıblar düzəltməyə bu yanlışlıqları. Bizlərin də yanlışlıqları var. Dedim biz çünki beynimiz İrancıdır. Bizim beynimizin, mənim beynimin bir çoxu, %çoxu İrancıdır. Çünki 50 il buranı İrancılığıyla doldurmuşuq, 10 ildə Azərbaycancılığıyla, 20 ildə Azərbaycancılığıyla. Olmaz. Xüsusən o cavanlığımızda, uşaqlıqda öyrənən dövrüdəki beyin dolur, o dövrdə İrancılıq yarandı. Bu beynin burasında bir qərə beyin var ha, Megdala. O Megdalamız doludur İrancıyla. Megdaladan içimiz. Burada da bu Ciccanın dalısına geylə şahidlik. Oldu, bizim 15 dəqiqə zamanımız var. Bu 15 dəqiqədə mən önərirəm ki, milli hafizə barəsində danışaq. Mənim bir yazım çıxdı geçən həftə, bilmirəm gördünüz ya yox. O yazının adı Milli Hafizədir. Və istəsəniz, çünki biz indi gördük də nə oldu, neçə dərsət, nə oldu, İran dövlətini elədi. Yəni, yavaş-yavaş biz bilirik ki, məsələn, bunlar 6 ay öncə nəyi planlamışdılar, məsələn. Yəni, çünki siz düşünün ki, teatra gedirsiniz. Teatrda, nə bilim, $20, $50 verirsiniz. Mən az deyirəm, çünki mən o kasıb teatrlara gedərəm. $300'lığı da var, $500'lığı da var. Teatra gedirsiniz ya bir musiki şeyine gedirsiniz programına. Orada oturursunuz, bileti alırsınız, oturursunuz. Aha. Biz yazıları paylaşırıq, qoyuruq şeyə. Nədir adı? Facebook'a qoydum mən geçən həftə. Oğuz bəy, burada dostların biri Qaradağ səsi bir gözəl sual yazıb. Bunu oxuyun lütfən. Elə əslinin də məsələsə bağlıdır. Gedək onu həm nə deyirlər bunu həm cavab verək, həm də sizin bu zehni şeylər. Gözəl bir şey yazdılar. Okay. Hər halda onu yadınızda tutsun, olsun. O adamın da adı yadıma düşdü. Adı Bijan Əbdülkərimidir. Mən onu Əbdülkərim demişəm. Bəli, Bijan Əbdülkərim. Bax görürsünüz, adam onu fikirləməyəndə gəlir adamın hafizəsi. Şeydir, nə demək istəyirdim? Bir teatra gedirsiniz, siz pul verirsiniz, gözəl giyinirsiniz, yoldaşınızla, həyat yoldaşınızla oturursunuz, baxırsınız və ləzzət alırsınız. Və sonra onu intiqad edirsiniz. Ki, böyleydi ya, öyleydi ya, yaxşıydı. Hər halda eləşdirirsiniz. Yəni, lazım deyil kəsmən. Kötü. Filan şey yaxşıydı, filan şeyini bəyəndim. Filan oyuncu yaxşı oynadı. İndi, ancaq siz düşünün ki, o adamı qoymuşlar teatr okuluna, mədrəsədən çıxmış, məsələ, diplomdan sonra getmiş teatr okuluna, neçə illər onu oxumuş, ustadlarına imtahanlar vermiş və sonra bir teatr qrupuna qəbul olunmuş və düşünün ki, birisi də yazmış onu, bunu seçmişlər oraya. Yəni, nə qədər bunun arxasında plan var ki, siz getdiniz bir teatra baxdınız. İllər ona zəhmət çəkilib ki, o teatra siz baxdınız. Və bir nəfərin də yox. Ən azından deyəlim ki, bir 50 nəfərin. O müəllimindən tutdu, uşağından, onun atası, anası xərcini vermiş, bu gedib teatr oxumuş, gəlmiş. Bir tarix keçib. Bir səhnə düzəltmiş, biri yazmış bu səhnəni, biri təmrin eləmiş. Nə qədər təmrin eləyiblər. O gənə də o teatra siz baxırsınız, o təmrin olunan deyil.
onlar özləri də otururlar onu eleştirirlər ki, aşağı o filan kələməni unuttun. Mənə baxdın, Əli niyə belə elədin? Ancaq məsələ budur ki, o teatra baxandan sonra demək sizə o ittifaq düşdü. Sizə ittifaq düşəndən sonra dönüb baxarsınız. Dönüb baxanda da geçmişi çox qəşəng təhlil etmək olar. Ancaq o anlama gəlməz ki, onlar da o gün elə sənlə gəldilər teatr səhnəsinə. Mənim sizin diqqətinizi çəkdiyim məsələ budur ki, o teatr oynayanlar o gün sizinlə gəlmədilər teatr səhnəsinə. O gün görünür ki, onların da maşını orada park elədi. Ha, salam aleyküm, nə işləyirsən burada? Gəlmişəm burada teatr oynayam. Salam aleyküm, sən nə işləyirsən? Mən də gəlmişəm, baxam. O öyle görünür ki, Pezeshkian geldi sizinle, o orada rəy aldı, siz de rəy verdiniz. Bu teatr oynandı. Yok. İller bunun üstünde işlenilir. Ve o kartların biri ki milliyetçilik kartıydı. Türk kelimesini işletme, pan-Türk kelimesini işletme. O kartı vurdu yere İran devleti. O teatr oynadı. Ve önceden de seçimden önce yadınıza gelir defalarca bu söz benim ağzımdan çıktı. Fals dikatimi. Fals dikat yani sahte içi yolluluk. Sahte içi yolluluk. Sahte içi. Çünkü önceden bunlar ıslah talep usulcara. Ama ikinci Qarabağ Savaşı'ndan sonra paradigm shift oldu. Paradigm shift ne demek? Dalga değişti. Dalga değdi duvara döndü. Ermənilərin arkasındakı bilin ki, əziz yoldaşlar, bilin ki, Qarabağda erməni ordusu qətlam eləyəndə, uşaqları analarının qarnından çıxardanda, adamları yandıranda, öldürəndə, Rus ordusu da onların yanındaydı. Çox qətlamlarda. Bunların hamısının adı var, hansı qrubuydu, hansı bəlli. Fikrəmi, töhmət, böhtan biz atmarıq, danışmarıq. Fransa da arkasındaydı. İran da ona 30 il ordu verirdi, silah verirdi. Yemek verirdi, yiyecek verirdi, paltar verirdi. Hamı buna yetişirdi. O 30 illik tilisim sındı. Görürsünüz, hey tekrar edirik bu meseləni. Ki, 2. Qarabağ Savaşının Pezeshkianla əlaqəsi nədir? Təhlildir ya. Kimsə böyle təhlil etmir. Geçindən İranlıların içine bax təhrim. Gecə günüz otucundan İran International'a Arabistanın puluyla bax. Ya BBC-yə bax, Britaniya devletinin puluyla beynini doldursunlar. Sizin de burada yoldaşınız size diyor ki, 2. Qarabağ Savaşı'nın Azerbaycan zəfəriyle kurtulması, devletin dahi liderliğinin, ordunun, əsgərin, cavanın, gəncin ölümüyle, şəhid etməsiyle, o cavanların ailelerinin əzaya oturmasıyla, nəticəsində Azerbaycan milletine, Azerbaycan Cumhuriyeti'nde ve Güney Azerbaycan'a şimdi her zaman internette, televizyonlarına bir gurur çaldı, bir vigar çaldı ki bu iş olur. Bu iş çünkü bunu bilin ki 30 iliydi bizim başımıza biz milliyetçilerin başına qalxınc eləmişdilər. Hatta bizim öz içimizden de var idi. Ki Əliyev ailəsi Qarabağı satmış, Əliyev ailəsi getmiş Dubeydə apartman almış. Mesela elə bir şey gedib, mesela Afganistan'da alacaqdı. Apartman, mən pulum olsa Afganistan, mən pulum olsa istəyirəm qızıma ya özümə bir dənə apartman alaram. Dubeydə alaram da. Əlbəttə Dubeydə almaram. Başqa yerdən alaram. Afganistan'da almaram ki. Bu cür salaq şeylərinə Əliyev ailəsindən Kürtdür, Əliyevlə xanımısı belədir, anası belə. Bu cür şeylərə də endilər, bu cür əşyalara, əskikliklərə də endilər. Ki Qarabağı satmışlar, vermişlər. Olmaz bu iş. Yadınıza gəlsin. Hər kəs biraz siyasidir, biraz ki ağlı var, qarışmış bu işlərə bilirlər ki, üzümüzə dedilər ki, imkanı yox. Əslən beyində o imkanı olasılığı mekanizmi yox idi ki, Qarabağ imkanı yox, necə ola bilər? Gördünüz ki, 44 gündə oldu bu iş. Azərbaycanın dahi dövlətçiliyi, ilişkilər yarataraq. Uzun sürə oldu. Fikirli son neçildə oldu. 15 ildə oldu. 15 il hazırlıq getdi. Heç kəs də bilmirdi. Biz ki ürəyimizi Azərbaycana adamışdıq. Biz ki canımız, beynimiz, varlığımız Azərbaycan dövlətçiliyinə biz bilirdik ki Azərbaycan dövləti hazırlaşır. Böyle olmaz. Hatta biz deyirdik ki Xankəndiyin ətrafında bir qisməti qoyarlar ermənilər orada qalsın, bir türlü xutmuxtar. Bizim düşüncəmiz buydu. Yox, Azərbaycan dövlətçiliyi 24 saatın içində dedi ki Xankəndiyin məsələsini həll edərik. 23 saat, 53 saniyenin içinde meseleni halleder. Yani savaş böyle olur.
temiz, hedefe uyalı, en az şehit vererek, o taraftan da en az öldürerek, en az zayiyle oldu. Bu ne oldu? Güney Azerbaycan'da insaflı var. Bir değişik bir paradigm shift oldu beyinlerde. Azerbaycancılık. İnsaflı var. Şeylerde, stadyumlarda Azerbaycan bayrağı çok çıkırdı. Önceden de çıkmıştı o renklerle filanla bir var. Ama bu defa resmen Azerbaycan bayrağı çıkırdı. Duvarlarda, direklerde Azerbaycan İlham Əliyevin fotoğrafları, yazıları çıkırdı. Haberiniz var ya yok. Yoktu. Tapın sizler gönder. İlham Əliyevin ki komutan baş komutan Müzəffər Ali komutan İlham Əliyev. Hemen İlham Əliyev ki bəziləri ona sözler dediler ki olmaz. Niye? Çünkü bilmirdiler. Niye? Çünkü Azerbaycan devletçiliğine inancıyorlar. Eğer dünyada bir müqəddəs bir şey varsa o da Azerbaycan devletçiliğidir. Ondan sonra hiçbir şey müqəddəs değil bu dünyada. Çünkü Azerbaycan devletçiliği olmasa sen yoksan, dinin de yoktu, imanın da yoktu, ailən de yoktu, hiçbir şey yok. Dil, yani eğitimin de yoktu, hiçbir şey. Paslaşarsan, əzilərsən, edərsən. Və iftixar edersən ki, sen bir məmləkətin, görsən də Azerbaycanın, Güney Azerbaycan'da iftixar edirlər. Fizişyan, mesela fizişyan olmuş İran'ın rəis cümhuru. İftixar edirlər ki, Azerbaycan'dan birisi Təbrizdə doğulmuş, ne bileyim Mahabbatda doğulmuş. Onlar iftixar değil. İftixar o zaman ki Azerbaycan'ın Azerbaycançı olsun. Bildiniz de ne diyor? Bu iftixar edir ki buradan doğulan birisi istəyirəm. Burada yani özünü Türkiyəm diyen birisi gelip İran'a şey olmuş. Olmaz. Bunlar hesaplanmaz. Bunu demek istedim ki bu böyle oldu. Buna karşı İran devleti Pezeshkian kartını oynadı. Çok güzel oynadı ve başarılı da oldu. Onu da çıkarttı da. Özləri necə mühəndislik elədilər, sonunda o çıxartdı. Yəni o adam onu çıxartdı. İndi 15 milyon da rəy gətirmiş. Onların çoxu da %80-90'ı da öz bəsicilərinin, pastorlarının şeylədilər. Və bizim o təhrik eləmələrin nəticəsi bəlli olan müvəffəq idi. Buyurun. Oğuz bəy, TAS bilirsiniz da nədir? Oynarlar, dörd tərəflidir, dörd tərəfində dələllər, bir yanadan 6-ya can. O qəziyyə eyni o TAS kimidir. Bir tərəfin bizi atmışıq. Baxın, o dövləti ki, o zəfər ki qazandıq biz Azərbaycanda, Qarabağda, onu tək Qarabağda qazanmadıq. Onu bu tayda da İranın silahlarının getmağın qabağı almaq, İran dövlətinin siyasətlərinin qabağında durmaq, şəhərlərdə şuriş eləmək, üsyan eləmək, terroristlərin, filanların əksini götürüb qabağınca eləmək, bunlar burada İrandan qırılmaq göründü. İran tarixində çok az oldu ama oldu. Hayır, çok oldu. Yani çok. Necədir? Millət bu hətta. Baxın, o qədər oldu ki, İran tarixində, yox, indi görün Niyazi olmadı da, o təsiri mühümdür. Təsiri mümkündür, bir an güllə atasam, ama 2. Dünya Savaşı düşər. Bilirsiniz, o işarə edirəm şeyə daha, bir dana güllə ilə o şeyin prensin vurdular, 2. Dünya Savaşı düşdü. Biz də orada, bizim Güney Azərbaycan çox böyük iş gördü. Bakın o kadar bir böyük iş gördü. İran tarixində heç vaxt İran adlanan ölkə heç vaxt Ermənistan və Azərbaycan və Türkiyə sərhəddatında nizami manevr geçirməmişdi. Ordusunu oraya gətirməmişdi. Məcbur oldu. 3-4 dəfə ordu gətirdi ora. Orada manevr qoydu. Niyə? Hem bize Ermenistan'a, Azerbaycan'a gücün göstermirdi. O bize gücün gösterirdi. Siz benim karşımda durursunuz ve bizim milletimiz onun karşısında dururdu. Yoksa onlar Azerbaycan'a bir tane top atmadılar. Bir tane Ermenistan'a bir tane top atmadılar. Bir tane Türkiye'ye top atmadılar. Onlar daima bizi deyirdi ki, necə Qələbabəkə gedəndə ordunu gətirirdi, tökürdü Qələbabəkə. Biz gedirdik, qalırdıq ordunun içində şey edirdik, hərəkət edirdik. Axirin seri mən çıxanda oradan çıxdım da. Yəni biz eyni həman işi, Oğuz bəy, eyni həman işi burada gördü. Yəni bizim Azərbaycanda insanların beyni değişmişdi. Türkləşmişdi, Azərbaycançılaşmışdı.
İran dövlətinin altında ola, baskısında, işğalında ola, beyinlərimiz yıxana, gedirdi orada dururdu, rahpeymalıq edirdi, orada dururdu, etiraz edirdi, orada dururdu, ərs götürürdü, orada dururdu, filan edirdi, şəhərlərin hamısında filan. Bu İran siyasətində göründü. Bunu biz geçən həftə idi, o birisi həftə idi, bunu danışdıq, bilmirəm, cənabınızla danışmışıq ya, mən təhsil anıma bunu danışmışıq, bilmirəm, fikrim cənabınızla danışmışıq. Orada biz birinci dəfə güc savaşı çıxdı. Biz güçlü durduq İran dövlətinin qarşısında. Birinci dəfə İran dövləti gördü ki, Azərbaycanlılar bizdən kollen qırılıblar. Həm sonra təhrim çıxdı, intixabatı, seçkiləri təhrimi çıxdı. Əsən hətta şey öldü, o rəis cumhur öldü, öldürdülər, siz də buyurdunuz, edam inqilabı. O edam inqilabına da Azərbaycan bir hərəkət göstərmədi. Bir narahatçılıq eləsin, filan eləsin. Orada burada çalışdılar, 2-3 dana kətdilər, insan çalışdılar ki, bir şeylər görsə. Bəlkə şirini pardayırdılar, eləyirdiler. Çox. O qət dedi ki, qənnaticilərin sendikasının rəisini tutdular, saldılar zindana da dedi ki, bir saat... O qət düzəltmişlər də şirini qalmamışdı qənnatçı. Deyirdi ki, əslində tarixdə də belə biz şirini satmamışıq. Belə il bayramında biz belə şirini satmamışıq ki, bu öləndə... Baxın, bu nə mənədir? Bu, millətin müqaviməti, mədəni müqavimət deyil ha, mübarizə-i mədəni. Mübarizə-i mədəni budur. Mübarizə-i mədəni bu ki, rəy verməyin, o da vermədi də, gördünüz, çoxunluq o da yəni 80% rəy vermir, 80% rəy vermir. Bu mübarizə mədənidir. Və görür, burada nə oldu? İran dövləti gördü ki, Azərbaycan türkü ki, İranda farslardan çox millətli say olaraq, bunlar İranın başında İrandan qırılıblar, dövlətdən qırılıblar. Bunlar çalışırlar, bu qırılığı bağlayırlar. Baxın, bir istəyirlər Azərbaycan və türkü bağlayırlar Farsa genə. Onun üçün mollalara baxın, mollalar indi şiəlikdən əcib intiqad edirlər. Baxsaz əgər mollalara, danışıqlara, hətta Təbrizdən mollalar əcib fars şiəliyinə etiraza icazə verirlər. Dün necə mollalar danışa bilməzdi. Belə bir ki, türk mollaları qətlam olmuşdu, yox idi. İndi baxın, Əkbər Nəcaddan, filandan, Qasımdan, Kazımdan, hamısı mollalar İran əleyhinə danışırlar. Bu şiəlik əleyhinə danışırlar. Bu şiəlik, fars şiəlik əleyhinə danışırlar. Şiəliyə qarşı deyilik ki. Demirəm, yox, istəyirəm deyəm ki, deyərlər ki, bizi bağlayırlar ki, İrancılığa, farsçılığa. Onu bağlamaq üçün Pezeşiyanı gətirir, onu bağlamaq üçün mollaları gətirir, onu bağlamaq üçün bəzi insanlar millətçi adına gəlirlər, Azərbaycancılıq adına gəlirlər. Amma bu dava deyil. Çünki millətimiz yolun əvvələn tapıbdı, %90'ı tapıbdı. O 10% ki gedir rəy verir, o 8% gedir rəy verir ha. Əslində, əlbəttə bunu arz edeyim. Bir dana bir mərkəz, bu şey, nə mənə mərkəzi deyirlər? Hacker. Hacker mərkəzi var, elə bir, bilmirəm hardadır. Onlar geçən həftə deyiblər ki, amarları şəhər çıqadıblar. Nə qədər doğru amardır. Çünki yadınızda olsa dedik ki, özləri dedilər da, əlbəttə bir dana da cavan oğlan sizə də mən göndərdim, ya siz mənə göndərdiniz, şeydir. Riyazi bir dana formula gəlir, deyir, Benson, nə mənə belə bir şey deyir ki, bu amarla bəllidir ki, İranda təqəllüb olubdur, bir belə təqəllüb olubdur. Təqəllüblər çox gözəl, riyazi. Aha, Döktür Ziyasəl Rəşrafi mənə göndərmişdi, yadıma düşdü. Bir dana oğlan da riyaziyyatla görsədir ki, İranda təqəllüb çox olubdur, nə qədər olubdur onu görsədir. Bu şeydə ki, var, həkkerlərdə var, onlar da deyiblər ki, 6% İranda ortalama. Onlar da deyib, əlbəttə deyiblər ki, bu sənədləri yayacaqlar. Videoları, zabları, bunlardan götürüblər, şəvazları yayacaqlar. Bu görsədir ki, Oğuz bəy, bizim millətimiz, türk millət, İran. Bunlar bizi İrana bağlamaq üçün bir proje tərif ediblər. O proje Pezeşiyandan qabaq başlayıb, Pezeşiyandan devam edir. Buyurun. Yox, yəni bütün, yəni biz çox değişik yerlərdən gəldik aynı cümləyə geçdik. Sizin bu son cümləniz. Dostumuz da 8 milyon rəy veribdi. Onu mən görmürəm. Bəli, sonuncu yazıdır. Mən yazıları görmürdüm. Çünki Pezeşiyanın çıxmağının heç bir müsbət bir etkisi ola bilməz Güney Azərbaycan rəşi. Yox, bizə görə biz yazıda yazmışıq bunları, yazılarımızda. Çünki burada yalnız danışırıq. Orada rəsmən yazırıq ki, qalsın. Pezeşiyan ki, yəni, öncədən demişik də, indi demirik, elə bir kəlmə deyirik Pezeşiyan. Pezeşiyanın Güney Azərbaycan Milli Hərəkətinə
və genəldə Güney Azərbaycan millətinə görəcəksiniz ki, çox da zərəri dəyəcəkdir. Və dəyib, burayacan dəyib, bu günəcən və dəyəcəkdir. Şu an siz dinləyirəm dışarıda. Bir yoldaşımıza dedim gəlsin, çox sağ olun. İnşallah gələn dəfə görüşərik. Yolda yürürkən sizi dinləyirəm. Çox sağ olun əziz yoldaşlar. Hamınızı sevirik, sayırıq və sevgi sunuruq. Onu görünməz millət oldu. Mən bu yazıları oxumurdum. Aşağıya getmişdi. Bir saniyə mən görüm. Bir saniyə. Dostumuzdan bir Qəradağ bir fikrim yazmışdı ki, mən 3 ildir bir dostumun üstündə çalışıram ki, o biraz millətləşsin, beyni yıxılanıbdır, o biraz özünə gəlsin, amma hardan bilim ki, bu beyni yıxanmaqdan çıxıbdır. Dostum, o zaman biləcəksiniz ki, o qalxa bir eyləm aparar. Eyləm, yəni bir hərəkət eləyər. Əməl, eyləm. Əməl, bir iş görər. O iş aşağı səthi yazı yazmaqdır. Yuxarı səthi rejimlə savaşmaqdır. Oldu. O zaman ki, gördünüz, yazır, danışır, onda bilin ki, bu difa edir bu vəziyyət, bizim vəziyyətimizdən bizi ayıtmağa çalışır, taza mətləblər tapır. Bilin ki, onda aktiv çalışır ki, beyni değişsin. Özü əgər çalışsa, yox, özü çalışmasa elə gözlür ki, o şey olsun, ehtimalən hələfeylərin üstündə işləməlisiniz. Buyurun. Türkan xanım qızımız, mən fikir edirəm, bu haqqım var böyle deyəm ona. Qızımız deyəm ona. Mənə sormuşlar ki, məsələn, basit bir örnək, millətin özgüvənini çoxaltmaq üçün. Çünki mən dedim ki, zərər olacaqdır. Türkan, mən bunları yazmışam və biraz öncə də sən sonra gəldin danışığa. Özdə sənə də dedim, gəl, danış, şey eləmədi, zamanın yoxdur, məşğulsan. Əslində, biz elə onu danışdıq biraz öncə, siz gəlmədən öncə ki, Güney Azərbaycan Cumhuriyyətinin 2-ci Qarabağ savaşından bu yana ağır və çox böyük səthədə reklam da oldu. Dünyanın hər yerində reklam oldu da, bu da çox qısa zamanda şeylədi. Və bu böyük bir paradigm shiftə bais oldu və böyük bir milli güvənə nəticələndi. Və İran dövlətinin bunun qarşısında bir kart atmasına biz şahid olduq. O da Pizişkiyanın şeydir ki, bunun ziddidir əslində. Pizişkiyan bais olacaq ki, milli sərxurdəlik. Bunun Türkçəsini İnsaf Əliyev düşün, mənə öyrət. Milli sərxurdəlik. Yəni, çünki o ümidin sonrası nədir? Peşmanlıq olur da, peşmanlıq olur bizdə. Yox, sərxurdəlik odur ki, yox, peşmanlıq deyil, sərxurdəlik budur bu. O deyir ki, yəni, insan ümidi olsa bir şeyə. Mənim ümidim olsa ki, siz mənə gündə, məsələ, bir çay verəsiniz, o əslində yanlış işdir. Mən gələ özüm duram çayı qoyam. Başarılı millətlər, biraz öncə dedik, başarılı millətlər özləri öz işlərini görərlər. Qonşunun və illa da düşmanın ümidinə qalanlar şamsız yatarlar, gecəni ac yatarlar və əlbəttə siyasətdə ölüb gedərlər. Bizim məsəldə deyərlər o. İran dövlətçiliyinin Pizişkiyan kartını Güney Azərbaycana qarşı kullanması əslində sərxurdəlik gətirəcəkdir İnsaf Əliyev. Mən onu oxuyarım indi. O da nə demək? İndiki ümid bağlanıb ya bəzilərində. Çox azdır, ya çox ərz elədim o qafillərdədir. O uşaq kimin tez düşmana inananlardan. Əslində milli hərəkətin böyük bədənəsi bunu təhrim eləmiş. Necə ki, biz təhrim elədik və öyle də oldu və təhrim tərəfi başarılıdır. Maalesef çox adamları üzülmüşlər. Ədədlər onu göstərir ki, bizim düşüncəmiz milli hərəkətin bətlində daha çox işlənir. O da istiqlalçılıq düşüncəsidir. Yəni, elə o zamanda yadınıza gəlsə də aldanmayın bunlara. Yalan deyil. Bunlar rəsmi olmasa yadından çıxacaq. Ay, mən Türkəm falan. Bunlar boş sözlərdir. Mən Türkəm. Mənimi gətirib, sizin özünüzü gətirib İran prezidenti qoysa, siz nə edə bilirsiniz? Siz İran dövlətinin necə sistem işlədiyini xəbəriniz var. Siz demirəm İnsaf Əliyev. Yox. Siz hər kəs ki, desə Pizişkiyan bir epsilon İran dövlətinin, işğalçı dövlətinin Güney Azərbaycan siyasətini biraz yaxşılada bilər. Onun İran dövləti necə işləyir, xəbəri yoxdur. Aslında qanun əsasından xəbəri yoxdur. Keçən Xumeyni zamanı nə oldu və necə qətlam elədilər hamıyı, o ayrı düşünənləri ad gətirmirəm. Xameneyi gələndən bu yana nələr olmuş. Yəni, sistemdən xəbər yoxdur. Əslində bu sistem necə işləyir?
rəhbəri nədir, rəis cümhurluq nədir, vəzarət xarici. Bunlar budur. Bilmirlər, elə deyirlər. Ürəyi xoşdur, yəni dil xoşluqdur, yəni ürəyi xoş olsun və gözəl bir sözlər danışılsın, gecə adam rahat yazsın. Yəni uyumaq budur. Yəni milləti uyutmaq elə təxdir budur da. Ona görə ki, o hani Arendt'in sözünü mən təkrar elədim yazımda, zaten yazmışam ki, ümid mübarizənin şeyidir, cüzamıdır, təxdiridir, öldürər. Öyle ki, öyle olsun, 2 ildən sonra biz nə olacaqdır? Ha, baba, bu deyəcəklər, həmən adamlar, ha. Biz bilirdik, bundan da bir şey çıxmaz. Elə eləyirdik ki, bəlkə bir şey çıxar. Ucu deyəsilər. Çünki aşağı səviyyədə baxırlar məsələyə. Çünki bilmirlər dövlət necə işlər. İlla İran dövləti necə işlər. İran dövlətinin varlığı Azərbaycanın, Güney Azərbaycanın və genəldə Azərbaycanın bölgədə yoxluğunun üzərinədir. Bunu da bilin, bu iki söyləm şiddətlə bir-birinə qarşı durmuş. Biz bu iki dənə, bu qatar bir-birinə dəyəcəkdir. Azərbaycan söyləmi, İran söyləmi. Bu böylədir. Ondan sonra lütfen diğer sosyal medyalarda paylaşın. Çok özür istiyorum. Yo, siz rahat olun. Benim aziz sevdiğim insanlar gelirler buraya. Ne mutlu Türk'üm diye. Ancak mesela sütüm deşmez. Oğuz Bəy, deyirəm ki, 2 saat 10 dəqiqə bir danışırıq. Ama ben bunları okuyordum. Yoldaşlar Onları oxuyayım. Mən burada bir xəbərimizi də deyək. Bunu da son bəhsimiz olsun. Qutaraq gedək. Geçən həftə Fransa'da seçkiler oldu. Ve bu seçkilerde zahiren solcular, sosyalistler yani iş üstə gəldilər. Geçən dəfiyəcan o sağçılar, vətənçilər, nasyonalistlər gəlmişdilər. Sizcə Azərbaycan məsələsində bu solcular siyasəti, Fransa'nın siyasətini değiştirərlərmi? Yoxsa aynı siyasete devam ederler? Sualı ben anlayabilmedim. Bir de diyeyim. Fransa'da seçki oldu. Seçkilerde solcular, sosyalistler, Fransa'da, Avrupa'da sağ tarafı daha çok faallaşıptı da. Yok, her yerde sağ çok alıptı da, dünyada sağ çok alıptı. Yani, Amerika'da değil, Kanada'da değil yani. Kanada'da yok ama Amerika'da var. Trump gəlir iş üstə. Trump gəlir iş üstə, bəllidir, hərəkət başlanıbdır. Yox, çıxmağı bəllidir. Amma bu o hərəkət başlanıbdır. İndi hətta məsələn çıraq yaşıl çıraq yandırdılar Trump'a, eləyə bilərdilər məsələn intixabatda. Sağ və faşizm həmişə var. Mesela bu neydi adamın adı? Əmir Əhmədidir, nədir? Huşən Əmir Əhmədi. Huşən Əmir Əhmədinin açıqca adam işte, mən deyirdim bəs onun bir zərrə ağlı var, bir noxud qədər beynində. O da yoxdur. Açıqca gəlib deyir ki, İranın dərdlərinin çarəsi fars faşizmi. Onun için yarın bundan qabaq deyibdi. Ama faşizm de bir növ idarə sistemidir. Ama maalesef olmaz da yani. Bunlar gör nə qədər bunu, yəni fars faşizminin dəfələrcə təkrar edir ki, dərdlərin çarəsi bir faşisti bir dövlətdir ki, yəni, bütünlüklə Türk məsələsini bu sağçılıq dünyada təmizləsin. Mən istəyirəm onun sualım bu olsun. Yəni son sual bu qoyaq ki, Azərbaycanla Ermənistan arasında Fransa ermənilərin yanında durub onları silahlandırırdı ki, Azərbaycana qarşı ehtimalən 3-cü savaşı yola salsınlar. Və bu İlham Əliyev cənabları da daimən bunu əksüləməl göstərirdi, reaksiya göstərirdi ki, bu cür bir şey olsa biz vurmağa haqqımız var filan bəhman. Amma indi bu solcuların sorun budur. Solcuların mən tarixinə baxmadığım üçün sizdən soruşuram. Solcular ki, iş üstə gəliblər sosialistlər, əcəba o siyasət Azərbaycanın zidli, Azərbaycanla zidli siyasət ermənilərdən himayət eləmək siyasəti, savaş yaratmaq siyasəti dayanarmı, yoxsa devam edər? Yox, o devam edər. Fransanın bölgədə geçən 150 ildə dokument olunmuş, ondan öncə də var, dəxaləti var. Həm Güney Azərbaycanda, həm Urmiyədə, Təbrizdə, Xoyda, Şimal Azərbaycanda və Qarabağda. Fransanın, necə ki İngiltərənin mənfəətləri var, Fransanın da var. Çünki bunlar kolonial və sonra postkolonial məmləkətlərdir. Bunlar bırakmazlar. Bunlar gördünüz, getmiş mesela 14 min kilometre o tarafta New Caledonia'da
adam öldürür. Orada şey ediyor yani cinayetler. Fransa devleti böyledir. Fransa devleti ne kadar da üzünü gözünü bəzəsə kolonyaldır. O zamana kadar ki o milletleri Afrika'da, Asya'da sömürgeye məruz qoyur. Fransa devleti böyledir. Ancak Azerbaycan devleti, yani İlham Əliyev yox. Azerbaycan devleti daha çok İngiltere'ye yakındır. Azerbaycan devletinin ilişkileri İngiltere'nin çok yakındır. Hem iktisadi hem siyasi. Azerbaycan devletinden İngiltere'de minler öğrenci ders okuyor. İngiltere'den Azerbaycan'da yüzler şey var, proje var, ekonomik projeler var. Azerbaycan'la İngiltere'nin rabitesi çok derindir. O taraftan Azerbaycan'la Rusya'nın ilişkileri daha derindir. Daha temeldedir. Fakat mesele Putin veya Aliyev değil. Azerbaycan devleti coğrafi cebrine göre her zaman münasibetlerini belli bir seviyede. Ona göredir ki Ermənistanın nə qədər Fransaya yaxın olsa, nə qədər də orada baskı gəlsə, Azərbaycan dövlətçiliyinin, xarici siyasətinin qarşısında çox dayana bilməyəcəkdir. Və Azərbaycan dövlətidir şəri, o qozları Azərbaycan dövləti təyin edir. Azərbaycan dövlətidir ki, Ermənistan dövlətini məcbur eləyir bəzi işlərə. Azərbaycan dövləti kontrolu əlindədir. Hətta ilişkisi Ermənistan, hətta Ermənistanla Türkiyə arasında ilişkilərin çox etkəni Azərbaycan dövlətidir. Azərbaycan dövləti həqiqətən çox dahicə davranmış İkinci Qarabağ Savaşından öncədən ta indiyəcən. Həm Fransa ilə ilgili, həm Ermənistanla. Açıqca da hər zaman İlham Əliyev Azərbaycan dövlətini təmsil edən şəxsidir. Hər zaman deyir ki, biz sülhdən yanıyıq. Əlbəttə ki, bölgəyə sülh yaxşıdır. Çünki biz istəyirik ki, Azərbaycan dövləti kimində, mən də, İlham Əliyev də, Azərbaycan dövlətini sevən də, Azərbaycanı sevən də bilməlidir ki, biz də istəyirik ermənilər də rahat yaşasınlar, rifahda yaşasınlar, yaxşı yaşasınlar, yaxşı yesinlər, okulları yaxşı olsun və bu diasporanın və Fransanın və onun bunun köləliyindən qurtulsunlar. Çünki diasporadakı oturmuş Amerikada, Fransada pulu basır, deyir, gedin məsələn orada cinayətlər edin Qarabağda. Qarabağda olan o qədər cinayətlər, hətta özləri belə gəlib qalmadılar. Ermənistan dövləti diasporadan, Amerikadan, Kanadadan, Suriyadan inanın bedava, pulsuz evlər verirdilər Qarabağda. Gəldilər, 2-3 aydan sonra qoydular, qaçdılar. Və onlar, hər ermənilər bir-birindən danışır, deyir ki, və biz burada bunlar gəlib alacaqlar. Türklər, onlar türklər deyirlər. Yəni bunlar bizi qoymayacaqlar. Və öyle də oldu. Orada bedava evlər gördünüz ki, siz gördünüz ki 30 ildə, indi hər kəs istəsə bilir də, 30 ildə harası gəlişmişdi o Qarabağ sözdə artsaq cümhuriyyətinin. Hansı binalar, hansı teknoloji, heç bir şey. Çünki Ermənistan özü bir türlü koloniden, istemardan pis vəzdədir Rusların. Ona görə diaspora puluyla, onun bunun puluyla olmaz. Və Paşinyan Ermənistan düzələndən bu yana, 1991-dən bu yana ən ağıllı erməni millətinin mənfəətlərini düşünən bölgədəki erməni millətinin Paşinyandan daha yararlı prezident və siyasətçi yoxdur. Çünki o milləti düşünür, bu millət rahat yaşamalıdır. Ancaq öbürlər ki, diasporanın o demişdi ki, zənciri bunların qulaqlarında, boynundadır. Hər zaman bölgədə tension və tansiyonu yuxarı istəyir və şiddətlə anti-Türk, hətta anti-Müsəlman və anti-Azərbaycandırlar. Mənə görə Azərbaycan dövləti bu senaryonu çox yaxşı oynayır. Ermənistan dövlətinin hətta ilişkilərini idarə edir və kontrol edir və daha da o tərəf çap edəcək Azərbaycanda. Buyurun. Yəni o sosialistlər ki, gəliblər Fransada iş üstə, əcəba Azərbaycan eləyə bilərmi onlarla ya bir növ yaxınlaşa ki, Ermənistanı savaşa təşviq eləməyələr ya hər halda sosialistlər mən fikirlərim ki, biraz bu məsələdə yumuşaq da davranırlar. Siz necə baxırsınız? Yəni yoxsa nə deyirsiniz ki, devam edir haman siyasət? Yəni o sağçıların bir türlü anti-immigrant, anti-İslam davranışları şeydə, anti-ötəkilər. Yəni biz bəyaz, üstün Avropalılarıq. Bizim o ırkçı bir yaxlaşımdır.
Sağçıların yaklaşımı ırkçı. Deyir, bizim haqqımız var, gedək girək birinin evinin qapısını sındıraq. Afrikanın filan məmləkətində onun uşağını o oğurlayaq, qarısına təcavüz edək, özünü öldürək. Viza filan istəməz. Biz onu istədiyimiz zaman elərik. Hətta indi də elərik, 100 il öncə də eləmişik. İndi də eləyirlər bu saniyə. Helikopterlə enir, bir kətdə istədiyi adamı öldürür. Amerika da bu işi görür, Fransa da eləyir. Amma deyir, onların haqqı yoxdur. Onlar istəyirlər, ha bizə yaxınlaşırlar. Onlar görə viza istəyirlər. Biz də vizaya görə baxaq, görək nəyə, ola yaşı necədir, dini nədir, başı necədir. Ona görə qərar verəcəyik. Sağçılar yox da, sağ kesim böyle düşünür Avrupa'da. Hala da o durumda ki bizden sarı saçlı, mavi gözlü, boyumuz böyle üstün insanın düşüncesine bakırlar. Biz öyle bakmırıq. Bizə görə insanlar hansı bu saxta sınırlar düzəltmişlər. Hatta görürsünüz o gelişmiş yerlerde sınırlar hamısı məskərədir. Burada bir tane bir sınır çəkildiyi bu tarafı mesela bu memlekette o tarafı memleket. Qəhvə içir. Mesela qəhvəsi bu memleketdə də özü də oturup burada çay içir, qəhvə içir. Bizə görə bu sınırlar saxtakarlıqdır, yani düşmanlıq üçündür. Bu tarafa da milyardlar silah sat Azərbaycana. O tarafa da milyardlar silah sat. Sonra Gürcistana da sat. Sonra Rusiyaya da sat. Yani Afrika'ya ve Orta Doğu'ya baksanız böyle. Milyardlar hey silah. Bütün komşular hamı, onun adı da Əmniyyət Millidir. Bütün hamı silahlanıp, yani ne kadar eləyə silahlanır? Neye göre? Mesela Azerbaycan silahlanmayıp Brezilya'nın savaşmağa göre. Azerbaycan silahlanıp Ermənistanla. Ermənistandan özünü korumağa. Gürcistan'dan, Rusya'dan, İran'dan ve başka yerlerden. Yani onlar da silahlanırlar Azerbaycan'a göre. Türkiye'de silahlanır mesela o öbürüne göre. Yani Türkiye silahlanmır ne bileyim Şili'yle savaşa. Normalde yani. Yani bu vəziyyət ki dünyanın silah çayına gətirəsən. Silah satma bazarına çeviriblər bunlardır. İnsanlığın ne kadar ki pullar eləyə bilər ki insanın. Sizin anarşist baxışa açışına bayılıram burada. Sağ olun Türkan xanım. Bizim hədəf fəlsəfi anarşizmə yaxındır düşüncələrimiz. O da budur ki, devletlər şeylerin kölələri olmuşlar. Military Industry Complex'in. Yani devleti onlar almışlar köleliğe ve satmışlar. Otururlar. Bu tarafa da silah sat. Ne bileyim Bangladeş'e de sat. Hindistan'a da sat. Oradan o biri teröristlere de silah sat. Görürsünüz. Bu İnsaf galiba imkanı yoktu. Suriye'de her yerden Suriye'ye deyirəm ama her yerde terörist görürsünüz. Toyota vanetlerini görmeyesiniz. Buna təvəccüh edipsiz ya. Bəli. Her yerde dünyanın her yerinde Afganistan'da, Irak'ta her yerde. Yani siz düşünün ki ben bunları çok da fikirləməyəsiniz yüngül olarak yüngül şeylə gülmək sözünün deyirəm. Ama bir düşünün bu neçə min dənə. Özdə qəşbisiz ne? Sizə satdığı Toyota'nı satırlar ya İnsaf Əliyev. Siz çok miqayasınız, çok yere dəyməsin. Onu bir 10 il, 20 il işlədəsiniz. O Talibana, Əl-Qaidiyə ya filan qruba satdığı Toyota'lar bilirsiniz ne olur? Üstünə tirbar qoyurlar. Özdə onu dağıtmağa təpki götürürlər. Yani o biri Toyota hazır olmalıdır. Zamanı da yoktu mekanika götürsün. Demek ki Toyota şirketi dünya terörizmini böyle support ediyor. Öbürü şirket... Yani pul kazanır, servet kazanır ve bu servet içinde Fransa devleti de ölməyi bir şey değil. Servet kazan. Əslən insanı öldürmək və ölmək özü bir servet mənbəyidir. Sağ ol. İnsan medeniyeti zaten savaştan gelme medeniyeti. Devletler de böyle kurulur, böyle öz yerini verir öbür devlete. Ve bu Azerbaycan meselesi de budur. Fransa durur, 14 bin kilometre o tarafta gelir New Caledonia'da adam öldürür. Onların da bayrakları biraz Azerbaycan bayrağının rəhlərinə benzeyir. Onlar da götürürlər ki, Azerbaycan bayrağını gösterirler. Çünkü Azerbaycan bayrağı kurtuluş bayrağı kimindir. Azadlıq bayrağı kimindir dünyada. Çünkü Qarabağın azadlığında 1 milyon orada qaçqın var idi. Yani kadınlar, uşaqlar, erkekler hamısını bədbəxt vəzdə qalırdılar. Təhqir olunmuşdular. Bəzi binalarda, yarımçılıq binalarda, xərabələrdə yaşayırdılar. İndi ne bileyim bu balaca şəhərlər düzəldilir. Orada devlet onlara yavaş-yavaş ev vermeye başlayıbdı. Mənə görə bu
lazımdır. Qafqazlarda, Gürcüstan'dır, Ermənistan'da, Azərbaycan'dır və Dağıstan. Bunlarda daha çox şey lazımdır. Rifah lazımdır, yemək lazımdır, yollar lazımdır, mədrəsələr lazımdır, mimaristanlar lazımdır, tiyatro yerləri lazımdır, dans yerləri lazımdır, çinmək, üzmək şeyləri, istəxriləri lazımdır. Az məscid lazımdır, az Hüseyniyə lazımdır, az başa çalma, ayağa çalma yerləri lazımdır. Çox şənlik lazımdır, çox şadlıq lazımdır. İnsanın həyatı qısadır, insan böyle yaşamalıdır, rahat yaşamalıdır və öbürünü də rahat yaşatmalıdır. Təşəkkür edirəm. Saat təqribən 3 saatı yaxınlaşırıq, 2 saat yarıma yaxınlaşırıq. Devam eləyək yoxsa tutarıq? Siz buyurun. Siz bizim görüşlərimizin barəsində sözünüz varsa buyurun. Yox, mənim bir sözüm yoxdur bu bölümdə. Umarım ki sizin də həftəniz xoş olar. Hər kəs ki otağımızda var idi, gəldilər, getdilər və sonra da dinləyicilər, izləyicilər, onlardan təşəkkür edirəm. Hövsələlərindən təşəkkür edirəm. Bir şey unutmayın, o da milli hafizədir. Hər zaman milli hafizənizi işlədin və yadınıza gəlsin ki, sizə nə olmuş, sizin millətinizə nə olmuş. Sağ olun, siz də sağ olun əziz yoldaşlar. Sağ olun dostlar. Milli hafizəsi olmayan bir millətin başına hər oyun gələr, bir dəfə oyun gələr, 2 dəfə trajedi olaraq gələr, 3-cü dəfə komedi olaraq gələr, 4-cü olaraq məskəri olaraq gələr də ondan sonra da elə hey gələr, bunlar da oturarlar da yavaş-yavaş yoxluğa tərəf götürər. Milli hafizə. Lütfən bizim o yazdığımız milli hafizə yazıyı oxuyun ki, görün görüşümüz nədir. Yəni ona görə fizişkiyandır, nə sabahlarıma pərəstariyandır, nə başqa şeyləri, başqa adamlara və düşmanın gülər yüzünə aldanmayın. Milli hafizəniz olsun. Sağ olun. Çox sağ olun, əziz və hörmətli dostlar. Mən də təşəkkür edirəm öz növbəmdə. Bizi gördüyünüz yer gələcəkdə görəcəksiniz. Salamlarımızı, saygılarımızı, hörmətlərimizi qəbul edin. Çox sağ olun, nə yaxşı ki varsınız. Gələn həftə ömür olsa, eyni cuma axşamız Təbriz saatı ilə saat 9-da axşam başı yenə də görüşərik. Sağ olun, sağ qalın, gecəniz xeyirli qalsın.